Bakı reallığında mən İdris Cəfərov sizləri salamlayıram. Bilsəm ki, hardasa satırlar, kamazla gətirib tökərdim həyətə. Valideyn evladına obyekt kimi yanaşır. Biz o qədər yüklüyürük, yəni ham oxusun, ham oxusun. Musiqidə demokratiya verildi və görün kimlərə qulaq asdılar. Mən özümü hələ iş adamı olaraq görmürəm. O ki, sən yatanda sənə pul gəlir, onda ancaq rahat yata bilirsən. Bugün təhsil var, savad yoxdur. Maddiyyat vacibdir, amma sırf maddiyyatın içində də batırsan. Sənin nəyinə lazım o qazandığın pul ki, sən onu özünə xərcləyə bilmirsən. Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Bakı reallığında mən İdris Cəfərov sizləri salamlayıram və buradaykən mənim çoxdankı dostum Xəyal Rəhimov, iş adamı bugün mənim qonağımdır. Xoş gəlmisən. Xoş gəldiniz, necəsən? Çox şadam. Bakı elə bir şəhərdir ki, görmək istədiyin adamları elə olur ki, aylarla görə bilmirsən. Və birdən-birə görmək istəmədiyin adam qabağına çıxır. Xəyal mənim 20 ildən çox tanıdığım bir dostlardandır, hansı ki, hətta tələbəlik illərindən ətrafdakı dostlardan seçilirdi. Belə bir daimi nəsə etmək istəyi ilə və bugün kifayət qədər uğurlu və nüfuzlu iş adamı olaraq onun nümunəsinə baxmaq istəyəcəyik və ilk olaraq Azərbaycanda uğurlu iş adamı olmaq üçün hansı xüsusiyyət, keyfiyyətlər və əlaqələr olmalıdır? Çox sağ ol dəvətivə görə. Ümumiyyətlə, mənə elə gəlir ki, uğurlu iş adamı olmaq üçün hansısa bir keyfiyyət və ya plan olmalı deyil. Mənə elə gəlir. Çünki uğurlu iş adamı bir gün uğurlu iş adamını olacağını bilmir. Amma buna inanır. O əmindir. Sadə belə bir yanaşma ilə mən deyim ki, təqribən 19-20 yaşlarımda mən çox yaxın ətrafıma, məsələn, xalam oğlu Cavanşir, bunu tez-tez xatırlayırıq. Mən ona və bir neçə yaxın qohumlarımı bildirdim ki, hazırlaşın. Ciddi şəkildə hazırlaşın, özünüzü yetişdirin. Çünki mən bir gün çox varlı olacağım, imkanlı olacağım. Çox varlı dediyim, yəni bu nisbi bir məsələdir. O zaman üçün, gənclik üçün. Yəni Elon Musk'a baxanda hamı yəni, təbii ki, yəni. Varlılıq ümumiyyətlə də nisbi anlamda. Nisbi məsələdir. Dedim, yəni, imkanlarım olacaq, siz özünüzü yetişdirin. Çünki mənə lazım olacaqsınız və mənə daha çox insan lazım olacaq. O vaxt mənə gülürdülər. İnanmaq lazımdır. Yəni, iş adamı yox, imkanların olacaq. Bunun üzərində hər şey özü gedir, yəni, belə deyim, şam ağacı kimi artıq şaxələnir, çınar kimi şaxələnir. Çünki sən insanları uğur, həyəcan, qorxmazlıq, cəsarət və dürüstlük cəlb eləyir. Bu keyfiyyətlər səndə varsa, ətraf səni eləyir iş adamı. Vahid formula məncə çıxartmaq çox çətindir. Çünki bir çox zəngin, dünya miqyaslı iş adamlarının artıq müəyyən dövrdən sonra yazdığı kitabları oxuyanda hamısında bir məsələ var. Mən gecə-gündüz çalışırdım, işləyirdim. Təbii ki, burada zəhmətkeşlik var. Azərbaycana gəldikdə biz Şərurlu İsfəndiyarı görürük. Elnur Allahverdiyevi görürük. Yəni, müxtəlif formatlı, amma eyni mühitdə, eyni məkanda və digər nümunələr gətirə bilərik ki, xaricdə təhsil almış tələbələr var və ya ümumiyyətlə təhsil almayan nümunələr var, amma nəticə birdir. Yəni, hər birinin uğuru var deyə, burada artıq məncə təhsil yox, əlaqə yox, enerji və ya inam, siz dediyiniz kimi və bilgi ki, mən heç vaxt məğlub olmayacağam. Yəni, bu dəqiqə indi sizdən düstur olsa, hansı düstur olmalıdır ki, artıq insan biznesmen olaraq yetişə bilsin? İş adamı anlayışı çox fərqlidir, bilirsiniz. Yəni, bugün ucqar rayonlardakı kəndlərdə belə iş adamı var. Rayonlarda iş adamı var və çox uğurlu iş adamları var. Çox uğurlu iş adamları var. Məsələn, mən Məhəmməd Əliyevin adını çəkə bilərəm. Ağdaş bölgəsində və demək olar ki, Azərbaycanın mərkəzi və kənarlarına ciddi şəkildə iş adamlığının nə olduğunu öyrədən bir şəxs. Hansı sahədə? Ümumiyyətlə, istehsalat, inşaat materialları və istehsalat sahəsində möhtəşəm işlər görürlər. Möhtəşəm işlər görürlər. Bu bir uğur səlnaməsidir. Yəni, insanı ümumiyyətlə götürüb araşdırmaq lazımdır. Məsələn, hansısa bir sahə üzərində illərlə kitabdan və ya kitabxanalardan ayrılmama, kompüter arxasından ayrılmama, çox müvəffəq iş adamlarının həyatını araşdırmama ilə bərabər bugün həyatı ciddi şəkildə araşdırılmalı olan insanlardan birinə çevrilib. Buna heç birisi yoxdur həyatında. Sadəcə nə var? İnanılmaz
dərəcədə iş sevgisi və özünə inam. Yəni insan inanıb. Bununla paralel siz başqa insanları Bakıda görürsünüz ki, yəni insan illərini təhsilə həsr edib, oxuyub, araşdırıb, baxırsan gəlir iş adamı olur özü də bilmədən. Yəni iş adamı anlayışı mənim üçün biraz Yox, indi biz danışırıq uğurlu fərqlidir, iş adamı da. Yəni hamı iş fərqlidir. adamıdır. İşə Uğurlu- getməyən adam hər kəs iş adamıdır. Mənə məsələn bəzən belə bir sual verirlər ki, sən həddindən çox bəzən istirahət eləyirsən. Mən də deyirəm ki, yəni heyvanların kralı kimdir? Aslan. Ən çox yatan heyvan hansıdır? Aslan. Aslanda ən çox kim ov eləyir? Dişi aslanlar. Erkək sadəcə məsələləri həll eləyir. Yəni əlaqələrindən istifadə eləyir, cəsarətindən istifadə eləyir, görüntüsündən istifadə eləyir. Onu hamı tanıyır, bilir və bunun üçün o illərlə çalışmayıb. Sadəcə yeldiriyi, o tüklərini böyüdüb, ona qədər qaradırsa, nə qədər tünddürsə, ətrafdakılar bilirlər ki, bu qorxulu bir kral aslandır. Ona yaxın durmamaq lazımdır. Ən çox, üzr istəyirəm auditoriyadan, ən çox cütləşən heyvan da aslandır. Yəni 3 gün ərzində 150-dən çox. Bu bir wow-dur yəni. Yəni uğurlu bir kişi üçün o var. Yəni Bütün bəndlər var, özü də bütün günü yeyir, yatır. Bəli, ən ləzzətlisini yeyir. Çünki dişi aslanlar onun üçün tribe, yəni ovlayır, gətirir, təqdim edir. Yəni Bakıda deməyim, Azərbaycanda deməyim, bütün dünyada mənə elə gəlir ki, əsas faktor dürüstlük, cəsarətdir. Əsas faktor dürüstlük və cəsarət. Dürüstlük və cəsarət varsa, yenə də edirəm, səni ətrafın iş adamı edir. Yəni sənə müraciət edirlər, sənə etimad edirlər, səni tövsiyə edirlər. Yavaş ol, sən məcbursan onun qayğısını çəkəsən, onun qayğısını çəkmək üçün nə lazımdır? Vəsait lazımdır. Bir dostun sənə müraciət edir, çətin bir vəziyyətdədir. Sən dürüst, cəsarətli, qayğıkeş insansan. Onun məsələsini həll eləmək üçün özünü oda közə vuracaqsan. Amma o özü edə bilmir. Digəri kitab oxuyur, digəri institutdadır, digəri imtahana hazırlaşır. Bir dənə qalıb cəsarətli, dürüst, qayğıkeş, bir dənə dost. İdris Cəfərov. Ona müraciət eləyirlər ki, mənə kömək ol. Sən də qayğıkeş insansan, lidersən, o məsuliyyəti hiss edirsən özündə və gedirsən, yəni də pul tapırsan, bir məsələni həll edirsən. Risk edirsən. Məncə böyük uğur və pul birinci növbədə riskə bağlıdır. İkinci növbədə özünə inamda, yəni müəyyən alqoritmlar var. O ki qaldı bu şir nəzəriyyəsinə mənim fikrimcə işləyərək hər kəs pul qazana bilir. Yəni bu dəqiqə biz çıxaq, hansısa bir ölkədə gedək, küçə musiqisi ilə məşğul olaq, nə bilim ofisiant işləyək, nəsə hansısa istənilən işdə. Amma əsl məharət işləmədən pul qazanmaqdır ki, sən bu konsepti qurursan, layihə işləyir və pul sənə gəlir. Məncə bunu artıq hər adam bacarmır. Biz burada sizinlə söhbət edirik. Məsələn, insanlar şahid olur söhbətimizə. Böyük ehtimal sən də mən də pul qazanırıq. Təbii ki. Bilirsiniz, orada işlər gedir. Ən maraqlısı odur da. Bir dəfə mənə Ukraynada kifayət qədər belə nüfuzlu bir iş adamı xanım səhər gəldi, məni götürdü, biz bir iş dalınca gedirik. Bunun da 40-dan çox Ukraynada obyektləri var. Yəni kirayə verməklə öz şəxsi obyektlərini kirayə verir. Artıq müəyyən iri miqyaslı iş adamıdır. Klinikaları var, restoranları var, özü işlətmir. Sadəcə məkanları kirayə verir. Və mənə deyir, İdris, nəsə narahatsız. Deyirəm, gecə pis yatmışam, yəqin ona görə. Deyir, bilirsiniz, o ki sən yatanda sənə pul gəlir, onda ancaq rahat yata bilirsən. Mən sizə deyir, həmişə şirin yatmaq arzuyuram. Gözləyim bu layihələri eləyək, siz də deyir, rahat yatacaqsınız. Bərəkətli yatmalar arzu edirəm. Və bir məqamda mənim onunla layihəm oldu ki, mən hətta günorta yatırdım, günorta orada ofisdə iş prosesi gedir. Dururdum ki, məsələdə o qədər də böyük məbləğ yox, $500 mən yatana qədər pul gəldi. O qədər şirin yuxu gəlirdi adama. Elə bil adam mışır yatır. Ona görə əslində təcrübə qazandıqca, yaxşı istirahət etdikcə, çünki yaxşı iş, yaxşı nəticə, yaxşı istirahətsiz ola bilməz. Ona görə mən də istirahətin tərəfdarıyam. Amma İdris, bir faktor var. İş adamının iş günü olmur və ya istirahət günü olmur. İstirahət nisbi bir məsələdir. Çünki iş adamı, biz söhbət edirik burada, amma mən paraleldə ikinci və ya üçüncü pərdə, beşinci pərdə olur iş adamında. Mən özümü hələ iş adamı olaraq görmürəm. Mən fəxr edirəm sadəcə ki, bir ölkədə mən 1000 və üstü insanların maaş aldığı bir müəssisənin sahibi və rəhbəriyəm.
Bununla mən çox sevinirəm və mən vergi ödəyirəm. Bu çox qeyri-adi bir Bu həm də duyğudur. məsuliyyətdir də. Məsələn, bu 1000 nəfər, mən bu işi bağlaya bilərəm, mən işləməyə bilərəm, amma bu 1000 nəfərə görə də müəyyən bir məsuliyyət hiss Bu edirəm. çox gözəl bir duyğudur. Bu yaxşı işdir, yaxşı işdir. O sayı məsələsi yox, bilirsiniz. Yox, say da var. Hə, Çünki mənim bir dostum var, qapı zavodu Təbii var, ki. deyir 500 nəfər işçim var. O hər zaman o elə bir valideyn rahatçılığını hiss edir ki, mən bunlara görə hardasa bir məsuliyyət daşıyıram. Qayğıdır bu. Bu qayğıdır. Yəni demək istədiyim odur ki, iş adamın işçilərinin, hətta şöbə və idarə rəhbərlərinin günü 6-7, maksimum 8-də bitə bilər. Ancaq iş adamında bu bitmir. Mən bayaq dediyim kimi 4-cü, 5-ci pərdənin arxasında mən burada oturub söhbət elədiyimiz zaman qazanılan vəsaitin yönləndirilməsinin qayğısını çəkirəm. O məndən asılı deyil. Bəs ümumi kollektivdə sizinlə bağlı mühit, əhval, fikirlər sizə maraqlıdır yoxsa yox bu mexaniki proses? Çox. Bizdə ümumiyyətlə qurulduğundan bəri Azərbaycanda inanmıram ki, hansısa bir paralel belə bir müəssisə var və ya olub, əmin deyiləm. İstənilən zaman bizim kollektivlə söhbət edilə bilər. Ələxüsus idarəçi heyət və ofis kollektivi. Bizdə filan saatda işə gəl, filan saatda işdən get yoxdur. Əsas nəticə. Heç bir zamanda olmayıb. Nəticə də nisbi bir məsələdir. Yəni nəticə mən onların özlərinə tərk eləyirəm nəticəni ki, yəni özünüz nəticələndirin, sən özün özünə qiymət qoy. Onda bonus sistemi var, yoxsa necə? Bonus sistemi, hər bir şey fərqlidir. Məsələn, belə deyək də, nişanlı bir gənc var, biz də deyək ki, nişanlısını görəcək, eləyəcək, o sıxılmır, yəni istədiyin vaxtı get. Sadəcə bir üst rəhbərinə mesaj at və ya xəbər et ki, filan məsələdən ötürü getdim. Yəni, 3 gün sonra sən övladını həkimə aparacağından ötürü icazəni nə şəkildə alım, necə düzüb qoşumu düşünmə. Çünki bir insanın 3-4 övladı ola bilər. Məsələn, mənim 6 övladım var. Maşallah. Yəni, 3-4 övladı olan insan arxa-arxaya 2-3 həftə içərisində xəstə olsa, o adam ciddi bir gərginlik yaşayır ki, arxa-arxaya 3-cü həftədə mən icazə almalıyam. Bu bizdə yoxdur. Ya qar yağdı, soyuqdur, yorğanın altı çox möhtəşəmdir də, o 20 dəqiqə, yarım saat, yat. Mən sadəcə olaraq yoldaşlara hər zaman demişəm, bir mesaj at bir üstün rəhbərinə ki, bəlkə yatmaq istəyirəm. Yat, yəni rahat ol, iş. Biz hər zaman deyirik, sən bir möhtəşəm çəkilişin var idi ki, biz bir ailəyi filan belə deyir iş adamları. Yəni, ailə, ev məsələsi, bir kollektiv, bunlar hər birisi nisbidir. Ancaq mən sənə bir şey deyim də, əksər vaxtı biz ailəmizdən çox kollektivimizi görürük, İdris, bu var. Bu bir reallıqdır. Məndə elə deyil. Mən uşaqlarıma çox ciddi vaxt həsr etməyi sevən bir insanam. Amma yəni sərbəst. Yəni buna deyirlər delegирование. Azərbaycanda bir çox iş adamlarının delegирование, yəni işin elə paylaşılması ki, yəni çünki işin ilk günündən sən olursan işin həm nökarı, həm müdürü, həm nə bilim qulluqçusu, bütün hər işi sən edirsən və sonra iş böyüyəndən sonra sən bunu həzm edə bilməyəndə qalırsan işin altında. Yəni iş böyüyüb, heyət böyüyüb və sən çökürsən. Yəni bunu artıq sistemli şəkildə keçirib, artıq mərhələli məsuliyyəti paylaşmağı bacarmaq lazımdır və bilmək lazımdır ki, əməkdaş da səhv edə bilər. Amma bu səhv onu məhv etmir, o əksinə yetişir, böyüyür. İdris, razıyam. Ancaq mən auditoriyaya, bizi dinləyənlərə bir fikrimi ifadə eləmək istəyirəm. Biz necə ki, bu görüşü hazırlıqsız icra edirik, üzərində oturub fikirləşməmişik, başlıqlar edək, filan, bu etapdan sonra bunu danışa, bu ümumiyyətlə, sən bu deyilsən, zarafat deyil. Səməd sağ olsun bizi tanış edən, salamlar buradan, sağ ol. Amma yenə də Paulo Coelho məsələsinə gəlirik. Həyatda ən möhtəşəm hadisələr təsadüfən baş verir. Bəs mən ora gəlirəm. Yəni, iş adamlılıq, oturum mən, oxuyum kitabını, gedim hardasa gəzim. Bunun düsturu yoxdur. Məncə yoxdur, mən belə bilirəm. Razıyam. Və ətrafımda olan müvəffəqiyyətli iş adamı, mən müvəffəqiyyətli iş adamı kimə deyirəm? Özü xərclərini ödəyir, vergisini gizlətmədən ödəyir, insanları, işçilərini məmnun saxlayır, evi məmnundur və doğru yönə yatırımlar edərək iş görür, fəaliyyət görür, pul qazanır.
Bax, bu adam iş adamıdır. Bəzən ola bilər ki, iş adamı görüntüsü ilə bir şirkət qurdu, elədi, bir ildə baxırsınız itdi, müəyyən bir pulu götürdü, yoxa çıxdı və s. Belə faktlar az deyil. Dünyanın hər yerində bu var. Ancaq, yəni, iş adamlılığını sən hesablaya bilmirsən. Çox müvəffəqiyyətli iş adamlarının baxırsan ki, övladları tamamilə başqa sahəyə gedir. Çox bacarıqsız bir insandan, ailədən baxırsınız ki, möhtəşəm bir zambaq yetişir, o bataqlıqda yetişdiyi kimi. Yəni, iş adamlılığı, bilmirəm, biz necə ki, hazırlaşmadan, bax, bu söhbəti aparırıq, iş adamlığı da həyatda belə bir şeydir. Məncə bir məsələ var ki, çətin zamanlar uğurlu insanı formalaşdırır. Rahat zamanlar zəif insanları yetişdirir. Bu da fakt deyil. İcazə və razılaşma. 90-cı illərin o bizim gəncliyimizə düşən biraz o, təbii ki, indiki Azərbaycanla görünən boyu da fərqi var idi da. Bu hər zaman üçün doğru deyil. O bizə bir güc verirdi ki... İndi bu demək deyil ki, məsələn, uğurlu, imkanlı, rəfah içərisində yaşayan bir ailədən iş adamı çıxmayacaq. O az nisbətli olur da. Çünki onun motivasiyası olmur pul qazanmağa. Onun motivasiyası yarışdır. Digərinin motivasiyası lazım olan büdcəni qazanmaqdır. Ki, gedim filan kəsin geyindiyi şalvardan mən də alım. O maşından mən də sürüm. Bu artıq əşyavi motivasiya da çox aşağı tezlikdədir. Olur da. O da olur. Amma digərinin motivasiyası, uğurlu bir iş adamının ailəsində yetişən bir övladın motivasiyası isə çox daha yüksəklərdir. O nadir halda, amma uğurluda da olur necə? Növbəti mərhələyə keçir. Məsələn, atası sadəcə ev tikirdi, satırdı və ya dükan açmışdısa, artıq evladı gedir, bu evdə, ailədə, biznesdə olan təcrübənin üstünə Avropa təhsili gətirir, dünya görüşü gətirir və bu halda da ola bilər, amma mənim fikrimcə çətin dönəmlər insanlarda iradəni möhkəm edir və insan artıq hədəfə doğru gedir. Xəyal, 5 bildiyimə görə sahəm var. Biri cleaningdir, biri tikinti layihələridir, biri Agoppo şokoladıdır, hər kəsin danışdığı, biri turizmdir. Yəni bu Agoppo adlı eyni zamanda istirahət məkanı və otel var. Və real facility management də var. Bu Azərbaycanda ancaq bizdədir, facility management. Bu nədir? Facility management, siz kök işinizlə məşğul olursunuz, ancaq idarə etmənin, binanın idarə edilməsi, ərazinin idarə edilməsi, məkanın idarə edilməsini... Bunu mən ticarət mərkəzlərində görmüşdüm ki, hansısa idarə etmə sistemi var da. Əfsuslar olsun ki, bizdə ancaq ticarət mərkəzlərində daha çox təvəccüh görür bu sahə. Amma bu sahə çox əhəmiyyətli sahədir, bütün sahələrdə olmalıdır. Ümumiyyətlə, təmizlik sahəsindəki bugün Azərbaycanda, Bakıda fəaliyyət göstərən şirkətlərin müvəffəqiyyət qazanmışları, bizdən ayrılmış insanların qurduğu müəssisələr. Buradan onları salamlayıram. Təcrübə qazanıblar sizdə, sonra gedib ayrılıb artıq özləri qurublar. Və buna çox məmnunam. Onlara hər zaman dəstəkçiyik və uğur arzu edirəm. Bu sahələr bizdə var və bu artacaq. Akademiya planlarımız, layihəmiz var. Təmizlik, yox, ümumi facility management, bina baxım sistemləri üzrə akademiya qurmaq hədəfimizdə var. Bu böyük bir ehtiyacdır. Ciddi bir ehtiyac. Həm də ki, peşəkar yanaşmada. Peşəkar bugün restoranlar, otellər və bir çox digər iş sahələri bundan ciddi əziyyət çəkirlər. Bu sahə üzrə əksikliyin və keyfiyyətli kadr əksikliyindən ciddi əziyyət çəkirlər. Məsələn, bir dönəm olmuşdu, böyük bir müştərimizin rəhbəri mənə sual vermişdi ki, xəyal, nə eləmişsiniz bizim işçilərlə? Çünki biz müəssisənin işçilərini götürmüşdük, mövcud işdən çıxarmayaraq fəaliyyəti davam eləmişdik, onları yetişdirmişdik. Mənə sual vermişdi ki, bunlara nə eləmişsən? Mən biraz həyəcanlandım ki, görürsən mən nə eləmişəm, mənə filan kəs müəllim adını çəkə bilmirəm burada. Çox böyük bir dövlət idarəsinin rəhbərindən gedir mövzu. Soruşdum, nə etmişəm? Deyir, mən illərlə pəjmürdə halda, küskün, başı aşağı, narazı, içində belə deyil, etiraz təlatümü olan bir xanımı, saçı başı ağ halda bir xanımı mən bugün babetta saçında, saçı rənglənmiş, gözəl, çantasını tutub belə gələn halda işə gəldiyini gördüm. Sən onlara nə etmirsən? Çox sevindim, çox sevindim. Cavab var idi, yoxsa yox? Cavab var idi. Dedim, sadəcə işini onlara sevdirdik. Bunun yolları var, bunun bir çox yolları var. Çünki o segment ciddi əziyyət çəkən bir təbəqədir və mən buradan fürsətdən istifadə eləyək, səslənmək istəyirəm ki, o insanların hər birisinin qabarını dəyərləndirmək lazımdır. Müəssisələr
onlara diqqət eləməlidirlər. Diqqət, qayğı onlara ürək yandırıb qala necəsən, sənin üçün nə eləyim və yaxud da ki, bir bəxşiş vermək deyil, yox. Onlara ümumiyyətlə dəyər vermək. Biraz uzun məsələ. Maddi dəyərə gələk ki, bugünkü gün bu sahədə çalışan insanların orta maaşı nə qədərdir? Məsələn, sırf biznes yaranıbdır, klinik sahəsində orta maaşlar nə qədərdir? Çalışan adi sıravi işçilərin. 350 manatdan 600-700 manata qədər dəyişir. Orta məvacib 400 götürə bilərik. Yəni minimal əmək haqqı civarındadır. Belə bir şeydir. Aha. Keçmək istəyirəm sizin özünüzün biznes mühitə qəfil gəlmədiniz də. Mən xatırlayıram ki, siz korporativ mühitdə də çalışmısınız. Bəli. Korporativ mühit sizə nə verdi? Təcrübə verdi, yoxsa ilk biznesa sərmayə kimi yəni edəcəyiniz vəsaiti topladınız bu sahədə? Korporativ müəssisə mənə ümumiyyətlə gələcəkdə işləyəcəyim insanlar, müştərilərdəki insanlar və müəssisədə fəaliyyət göstərən insanları tanıma imkanını mənə verdi. Yəni əvvəlcədən bilirdiniz ki, mən burada müvəqqətiyəm. Mən bu korporativ iri bir holdinqə, şirkətə gəlirəm, bir müddət işləyirəm, təcrübə və əlaqələr yaradıram və təbii ki, müəyyən maddi... Mən sizə belə bir şey deyim, mən institutun artıq 2-ci kursunda Şlamberje şirkətində fəaliyyət göstərdim. Səlyan Kərim. Fransanın ən böyük neft şirkətlərindən biri. Dünyanın ən böyük qazma şirkətidir və hətta aktivləri BIP-dən bəzən yuxarı dəyərləndirilir. Çox böyük bir müəssisə, transmilli korporasiyadır. Xülasə, yəni mən artıq institutun 2-ci kursunda Səlyan Qarabağlı Kərimbəyli, buradan o layihədə fəaliyyət göstərənlərə salam olsun. Orada artıq işləyirdim mən, yəni neft şirkətində işləyirdim və çox böyük bir neft şirkəti idi. İnanılmaz o gün üçün məvacib alırdım və hətta nisbət olaraq dəyərləndirsək, koeffisiyentini götürsək, bugün üçün, bax, o məvacibin alıcılıq qabiliyyətini bugünə keçirəndə mən sizə belə deyim, yəni, demək, $1600 mən məvacib alırdım, institutun 2-ci kursu 99-cu il. O vaxtı fantastik puluydu. Bəli, mikrorayonda Ayna Sultanovada xatırlayacaqsan $4600-5000 2 otaq, 1-2 bəli, hətta 2 otaqlar var. 10 minə yadımdadır ki, 10-12 minə yaxşı 3 otaqlı almaq olardı. Bəli. İndi düşün, bugün orada o qiymətlər hara gəlib çıxıb 150 min filan, 200 min. Və bu pulu 2-ci kursda qazanan mənim gələn pulum qalmırdı. Başını itirirdi. Mənim gələn pulum qalmırdı. Hə, deyirəm də. Başımı itirmirdim amma. Yox, o itirməkdir də. Yaxşı mənada. O mənada ki, insan istəyir ki, öz müəyyən o istəklərini bağlasın da, geyimdə, gəzintidə, səyahətdə, ətirlərdə, mobil telefon. Heç birini eləmədim. Və hara gedirdi bu pullar? Dostlarına qonaqlıq verirdim. Deyirəm də, yəni bu da bir fetişdir də. Yəni hər bir yer kimsə maşın alır. Mən gələcəyə hazırlaşırdım. Bilirsiniz, mən qohumlarıma, dostlarıma qonaqlıqlar verirdim. Bir çox yoldaşlar var, qoymazlar yalan danışım. Ümid edirəm ki, fikir paylaşım yerlərində də yazacaqlar bu barədə. Bəlkə də 5 şirvan deyirdik, 50 min manat. Göy 50 minlik. Bəli, 50 min manatı çox uzaqdan görən mənim tələbə yoldaşlarım vardı, qohumlar, insanlar vardı. Onların ciblərini basırdım mən o pulu ki, geçsin, yesin, içsin. Mən qonaqlıqlar verirdim. Bu geniş qəlbdən olunan addımlar idi, yoxsa bu növbəti uğurlu bir mərhələdə investment idi ki, siz mənim komandamsınız? Yox, sevirdim. Mən bugün belə, evdə belə tək oturub yemək yemək xoşlamıram, yeyə bilmirəm. Dünən 30 nəfər var idi sizdə. Axşam yeməyində. Mən sizlə danışırdım. 30 nəfər adam var idi. Mən sevirəm. Adi ənənəvi yoxsa bayram yığıncağı idi? Yox, mənim bugünkü uğurlarımın bənnalarından biri və əsas bənnası deyərdim insanlar arasında mənim yoldaşımdır. Mən onu çox sevirəm, buradan salam olsun. Onun evladlarına salam olsun. Çox sevirəm hamısını. Ciddi rol oynayır. Mənim bugün həyatımda çox ciddi rol oynayır. Əlindən gələni eləyir ki, mən yaxşı olum, mən gümrah olum. Yəni burada yoldaşınızın sırf sizin üzərinizdə, sizin mükəmməl olmağınızda, yoxsa biznesdə də müəyyən məsləhətlərinə ciddi məsləhətlər var. Çox ciddi məsləhətlər. Nə məsələ? Çox. Tükləyimiz biz durdu. Hə, yaxşı. Yəni bu daha da yaxşılığa mənim işim dəyişdi. Məsələn, mən belə bir şey deyim. Agoppo mağazası. Hə, şokolad. Bir də görürsünüz, məsələn, orada hansısa bir məsələ ilə bağlı dərdlənir.
onu mənimsəyir, deyir, ora mənim mağazamdır. Sən niyə belə elədin? Belə olsun, belə Bu olsun. mağaza deməli yoldaşınız üçün açılan mağaza. Xeyr. Hə. Xeyr, yəni bizdə belə bir şey yoxdur. Mənim, sənin deyə bir ifadə yoxdur. Ümumidir bu. Ümumi bir şeydir. Yenə də ifadə eləyirəm. Mənim o mağazanı açma səbəb və məqsədim pul qazanmaq deyil. Həzdir. Yaxşı bir məhsulu bizim istehlakçıya çatdırmaqdır. Əmin olun, əmin olun. Yəni çünki bəzən baxırsan ki, bax o fikirdən qoyub fikrə keçirik. Azərbaycanda ümumiyyətlə hələ də tam şəkildə zadəgan formalaşmayıb. Kapitalizm əmələ gəlmir. Çünki kapitalist kimə deyilir? Üçüncü nəsil eyni sahə biznesində, istehsalatında, işdə yəni, ticarətində yəni davam edirsənsə sən kapitalistsən. Old money da demək Bəli. istəyirsiniz ki, Bizdə buna hələ var. Bizdə buna hələ çox var. Çox var. Çünki parıldayır, söndürülür. Parıldayır, sönür. Bu ifadələrə diqqət eləmək lazımdır. Bəli. Öz-özünə sönür, öz-özünə sönür. Bəli, xülasə. Yəni onu demək istəyirəm, yoldaşım burada çox ciddi əziyyət çəkir. İş görüşmələrimdə baxırsam, müəyyən fikirlərini soruşuram. Çox gözəl fikirlərlə mənə yardım eləyir. Qalxdakı bizim Agoppo villaları barəsində, onun bütün etaplarının təmiri olsun, yanaşma olsun, hər birisində mənimlə iştirak eləyir və biz çox sevirik, bərabərcə, demək olar ki, hər yerə bərabərcə getməyi çox sevirik. Amma bir məsələ var da Xəyal. Bir çox halda biznes böyüyür, holdinqə çevrilir və əsas ana sütun bir biznes olur. Sizdə mən baxıram ki, məsələn, Agoppo şokolad, Agoppo villa istirahət mərkəzi, yəni fərqli yönetimdir. Yəni bunun biri əgər xidmət sahəsidirsə, cleaning də xidmət sahəsidir. Digəri ümumiyyətlə alqı-satqıdır. Üçüncüsü isə tikintidir. Yəni burada da istehsalatdır hesab elə. Bu nə dərəcədə uyğunlaşır? Yəni prioritet yönetim var burada. Bu birisilər ondan artıq holding olaraq, qol olaraq ayrılır. Yəni də ifadə edirəm İdris. Bizdə sırf duyğudur. Duyğu, ürəyə nə gəldi onu eləyir. Mən ümumiyyətlə bunu sevirəm. Ürəyə ilk gələni eləmək. Çünki belə bir fikir. Emosional adamsın. Emosionalam. Bəli. Yaxşı mənada da. Bəli. İstəyirəm, ürəyim istəyirsən niyə eləməyim ki? Duygusal adamam. Mən şeir yazıram və bunu yazmaqdan çox sevirəm. Şeiri deməyi çox sevirəm. Gözəl şeir deməyi çox sevirəm. Bizdə Kamal var, ondan salam olsun. Çox xoşdur. Mən bilmirdim. Bir dənə yaxşı şeir denəm mənə. Bu dəqiqə mən çox... Çünki mən səni tanıyaraq fikirləşərdim ki, sən şou aləmində də kifayət qədər uğurlu olardın. Yəni əgər bu enerjini, səndə olan bu istedadı biznesa yox, sırf yaradıcılığa yönəltsəydin, mən sənə deyim ki, bu dəqiqə sənin indi hardasa oturub qəzəllərinə qulaq asırdıq. Ona görə çox istərdim ki, emosional qısa olaraq, yəni bu tezliyi tamaşaçılar da tutsun deyə bir rəmiş gəlsin. Ya, rəmişsiz. Qısa deyəcəm, şeirlərimdən birindən bir qısa. Ümumiyyətlə, şeirlərimi əzbər bilməkdə çətinlik çəkirəm. Xülasə, aylar, fəsillər ötdü, bir yağmur buludu tək. O yağmurdan geriyə saf su qaldı bir ətək. O ətəkdə qalan su bir sel kimi çağladı, qudurmuş külək kimi hər şeyi qamçıladı. Qamçıladı illəri, şirin xatirələri, çöl koluna döndərdi tərtəzə qönçələri. Yaxşı. Bunu hansı məqamda yazırsan adətən? Oturursan İllisuda, baxırsan dağa, təbiətə, yoxsa elə işdə oturursan tək odaqda birdən-birə gəlir? İllərdir yazmıram. Deməli, yaradıcılıq nədəsə biraz azalıb da? Xeyr, azalmayıb, tam tərsinə. Yaradıcılıq içəri verir. Ciyərin bəzən insanı partladır. Mənim müəyyən həyatda duyğusal məqamlarım var. Bilənlər bilir, biraz dərin məsələlər, mövzular var. Əksinə şeirlərim damarlarımda titriyir. Qəzəllərim həqiqətən bilənlər bilər. Kapilyarlar bəzən əsir. Qəzəllərin rədifin içəri vurması, failatun, failun, içərdə necə axır onu hər adam bilmir. Bu baxımdan yazmağı tərk elədim. Çünki ağırdır. Quran-ı Kərimdə Allah Subhanahu taala bəzən Şuara surəsi var. Şairlərin aşırı danışıb vadilərdə sərgardan gəzən görərsən deyə bizə ifadə eləyir. Şair olmaq böyük bir məsuliyyətdir. Çox çətin, ciddi bir
sənətdir. Çünki səni yüz minlər, milyonlar təqib edə bilər. Sənin o notlarına qulaq asıb insanların bəzisi həyatdan küsə bilər, bəzi həyata tam tərsi möhkəm bağlana bilər. Bu böyük bir məsuliyyətdir. Mən o məsuliyyətdən qaçdım. Özüm üçün bəzən içimdə öz qəzəlimi oxuyuram. Bəzən yoldaşıma bədahətən bir-iki qafiyə deyərəm. Bu qədər. Yenə də yalnızam insanlar içində. Ruhum bədənimdən ayrılmaq istəyir. Ağrılı, acılı dərdlər içində varlığım kül olub yanmaq istəyir. Çətindir, şeir biraz ağır məsələdir. Düşərsən, çıxa bilməzsən. O zaman ona görə də elə biz puldan davam eləyək. Görsən, bu necə rahatdır. Əslində deyirlər ki, insan var ki, maddiyyatdadır. İnsan var, ruhanilikdədir. Amma bunun orta məxrəcini tapmaq çox çətindir. Çünki həyatda eyni zamanda material bir dünyada biz yaşayırıq. Tam ruhaniliyin içində də sən bunu təmin et. Yəni masa var, nə bilim mikrofon var, kamera var, işıq var. Yəni geyim var, gündəlik xərclər var. Ona görə maddiyyat vacibdir. Amma sırf maddiyyatın içində də batırsan, ruhanilikdə də sən belə asketik həyatla gedə bilmirsən. Ona görə bu orta məxrəci tapmağa yardım edən yəqin ki, haradasa bir fəlsəfə olmalıdır da, adamın öz fəlsəfəsi. Mütləq surətdə iman. İman, yəni istənilən insanın Dostoyevski möhtəşəm bir ifadəsi var. O söz, o ifadə məni hər zaman titrədir. Deyir ki, ya Rabbi olmasaydı sənə olan imanım, kim tutardı dəli atlarımın yüyənlərini, iplərini. İnanılmaz bir şeydir. Yəni, siz hansısa bir yerdə getdiyiniz zaman çox dəyərli bir cavahirat gördünüz və ya pul gördünüz və ya başqasına aid bir nəyisə gördünüz. Onu niyə götürməyəsiniz ki? O da nə zamansa, hardansa, nə cürsə əldə edib. Pul mübadilə vasitəsidir. Sən də bir gün hardansa qazanmısan, o kağıza kim verib ki o gücü? Mən sənin də aldım, niyə götürməyim? Sən görmədiyin zaman, bir insan görmədiyi zaman, dövlət görmədiyi zaman, mən niyə götürməyim ki? Hə, bu zaman rol oynayır vicdan, dürüstlük, doğruluq, tərbiyəlilik, əxlaqlılıq və bizim möhtəşəm dinimiz. Bunlar çox əhəmiyyətli şeylərdir. Buna diqqət eləsəniz, siz müvəffəq olacaqsınız. Duyğusallıq, yəni ruhanilik, iş, idman, ailə, təbiət, əkmək becərmək, bir günləri çox böyük həzlə mən səni dəvət eləyirəm. Gedək, mən hər il bir hədəfimdir sanki. Hər il heç olmasa 10 ağac əkim. Hər il heç olmasa. Məsələn, bu il 100-dən çox ağac əkmişəm. Mən innab ağaclarını da götürəcəm, gələcəm orada əkəcəm hökmən. Yəni bir dənə innab ağacı da məndən olsun orada. Çünki bağı satdım ki, orada əkməyim. Amma orada gəlib məmnuniyyətlə əkərəm. Mən dayana bilmirəm. Qaxa gedirəm, ağac əkirəm. Bakıda ağac əkirəm, həyətimdə ağac əkirəm. Bunlar çox əhəmiyyətli şeylərdir. Əslində, Agoppo'nun Qaxda yerləşən istirahət otel nömrələri, otel də deyil, yəni ayrıca villalardır, kottecdir. Ailə ilə getmək üçün məncə çox rahat seçimdir, sırf ailə ilə getmək üçün. Çünki adam istəyir yoldaşını elə yerə aparsın ki, bir ay başı sakit olsun. Orada gedənə qədər yolda bir çay içdiniz, Qaxa gəldiniz, bir gün qaldınız, gözəl havası, kebab çəkdiniz, bir gün oradan Şəkiyə getdiniz, tarixi abidələr, bir gün Zaqatalıya getdiniz. Yoldaşınız elə bilir ki, siz bir 3 ay istirahət eləmişsiniz. Və evdə bir 3 ay sakitçilik istəyir. Əgər evdəki o gərginliyi aşağı salmaq istəyirsinizsə, Qaxdakı Agoppo mərkəzini gözləyir. Bilirsən, bir məsələ var. Sən bunu çox görmüsən, biz hamımız bunu görmüşük. Gəzən insanlar bunu görüb. Avropada, Rusiya, hər kəs bu misalı çəkir. İlk öncə istirahət edəcəkləri vəsaiti toplayıb bir kənara qoyurlar. Ondan sonra başlayırlar məişət, gündəlik ehtiyaclara. Həyat istirahətdən bəli başlayır. Yəni bizdə bu alınmır. Biz bunu bacarmırıq. Biz tikirik də, biz tikirik. Mən onu anlamıram. Toyuq damı tikirsən, əl damı tikirsən, ayaq yolu tikirsən. Bax, bir neçə yoldaşlar var. Mən ümumiyyətlə Agoppadakı o evləri, o Alaçatıda yoldaşlar belə o tipdə tikmişəm. Bir-birlərinə çox yaxın, biraz şirin olsun, maraqlı olsun. Gedənlər çox bəyənirlər, çox bəyənirlər. Tam fərqli konsept. Fərqli konseptdir. İçi çox lüksdür. Ancaq mən dostlar zəng eləyir, soruşur, çatdırmayacağım 3 gün, bəlkə 4 gün. Deyirəm, sənin nəyinə lazımdır o iş ki? Sənin nəyinə lazım o qazandığın pul ki? Sən onu özünə xərcləyə bilmirsən.
Sən niyə özünə xərcləmirsən axı pul? Özünə yatırım, özünü yetişdirir, oxuyur. Ay əzizim, sənin ən böyük yatırımın bədənindir. Baxın, o şokolad mövzusunda da eyni bir məsələdir. Bir insanın dünyada malik olduğu ən bahalı bir şey nədir? Özü. Emosiya. Emosiya. Yox, İnsanla yox. son günə qədər yaşayan emosiya. Yox, insan ümumiyyətlə bahalıdır da. Təbii ki, özü emosiya. Ən bahalı şey insandır da. Yəni ən bahalı yaradılış insandır. Yəni Everest dağı hansısa bir insandan bahalı deyil axı. Və ya Sakit Okean dibindəki Marian çökəkliyi bir möhtəşəmlikdir. Misir ehramları bir ecazkarlıqdır. Ancaq bunların heç birisi bir insan qədər dəyərli deyildir. Bunların hamısı insan üçündür. Çünki icazə versən Qurandan bir sitat gətirəm. Buyur, təbii ki. Bismillahirrahmanirrahim. Laqad xalaqnal insana fi ahsani taqvim və thumma radadnahu asfala safilin. Və biz insanı yaradılmışların ən gözəl, laqad xalaqnal, yaratdıq insanı fi ahsani taqvim. Yaradılmışların ən gözəl olaraq. Və sonra radadnahu asfala safilin. O səfilin də səfili oldu, özünü ora düşürdü. Yəni bizə bu dəyəri yaradıcı verib, biz bir-birimiz bizə bu dəyəri verib. Bütün insanlıq üçündür hər bir şey. Mən özüm o da közə vururam ki, niyə gedib dincəlmirsən? Get pulsuz deyirəm, dostlarıma deyirəm, sıxıntı yoxdur. Dincəl ki, daha yaxşı olasan. Biz dincəlmir, bizim xalq dincəlmir. Biz uşaqlar üçün tikək, dünyanı gəzirik və görürük, hər bir millətin özəl bir xəssiyyət xüsusiyyəti var. Biz xoşlayırıq ki, pulu daşa, betona verək və tikək və baxaq ki, hasarı 12 daş qaldırdım, 15 daş qaldırdım, bunu tikdim, uşağı evləndirdim. Bu da hardasa, nə bilim, ola bilər ki, genetik, çünki adətdən belə görülüb da, ömür boyu elə tikilib. Amma məsələn, mən 10 ilə yaxın Ukraynada yaşamışam da, insanlar var ki, kiraya qalır. Amma istirahət nə elə istirahət eləyir ki, baxarsan ki, yəni bu da tam fərqli fəlsəfədir. Həyatın dadı. Yaşayır. Həyatın dadı. Yaşayır. Yəni yaşamaq lazımdır. Yəni get dincəl, yaxşı. Ümumiyyətlə mən keçən dəfə bir fikri ifadə elədim. Bahalı bir şey yoxdur. Sənin gəldi Agopa şokoladı. Yox, ümumiyyətlə. Yox, o gəldi. Yəni Yox, ümumiyyətlə. Mən nə dedim? 81, 82, 81. Mənim fikrim var. Fikrim odur ki, bahalı bir şey yoxdur. Sənin imkanlarının icazə verdiyi ölçüdə yorğan var da, sənin yorğanın var ki, ayağın çıxır yoxsa yox. O sənin auditoriyandan müəyyən yazılar, fikirlər mən oxuyuram. O zaman gedək Ferrari-ni daşlayaq, Lamborghini-ni daşlayaq. Rolls-Royce, Bentley sürənə pis baxaq. Bu yanlışdır. Yanlışdır. Çünki biz o fəlsəfə dedim bayaq. Yəni bizim xalqın fəlsəfəsi, bizim atalar sözlərimiz hamısına bax. Yəni biz çox məncə seçilmiş və şanslı xalqlardan biriyik. Çox şanslı xalqlardan biriyik. Yəni sağ olsun, var olsun, həqiqətən bizim dövlət siyasətimiz, xarici siyasətimiz, daxili siyasətimiz. İdris, bir dənə ətrafımıza bax. Əmin-amanlıqda olan demək olar ki, yeganə ölkəyik. Bir dənə bir fikir ver. Amma Şimal, cənub, Yox, razıyam. Amma biz də bu iqtisadi yəni biz şanslıyıq, amma bundan istifadə eləmirik. İqtisadi durumda təbii ki, Rusiyanın Ukraynadakı müharibəsi, İranla o bizə də müəyyən təsir edir də. İrandan müəyyən meyvə tərəvəz gəlir, Ukraynadan nə bilim ət gəlirdi, semişka yağı gəlirdi. Bunların qiyməti artır. Ümumiyyətlə bu enerji daşıyıcıların qiyməti artır və bu dövrdə 2026-cı ildə perspektivli açılacaq biznes sahələri hansılardır sizincə? Çünki bir sahəyə ömrünü həsr etməmisən də. Burada Agopa şokolad var, istirahət mərkəzi var, tikinti layihələri var, cleaning var, idarə etmə xidməti var. Mənim şəxsən ən böyük narahatçılığım bugün nədəndir? Açıq bir şəxs olaraq, bir vətəndaş olaraq çox oxuyan çox olması. Biz bugün sənətkar tapa bilmirik. Biz bugün çilingər tapa bilmirik. Tokar tapılmır. Yaşlılar da hamısı yaşlı nəsillərdir. Peşə məktəbləri. Yəni biznes olaraq sizcə peşə məktəbinin olması çox maraqlı fikirdir əslində. Çox əhəmiyyətlidir. Çünki əvvəllər insan gedib 4 il universitetdə vaxt itirirdi. Sonra 2 il magistraturada, sonra təcrübə və 30 yaşda, amma indi 1 il mobilografiyanı qutaran adam video çəkir. İdris, mənim bir dostum var.
50 balla oğlu instituta girib. Maşallah. 50 balla cəmaət stolaya girir. İnsa girir. Hələ o insan. Mənim dostum bilsən nə deyir? Ata dayı atadır. Başım belə tutur. Deyib bu nə oxuyacaq, bu nə olacaq? Məncə cərrah ola bilər, həkim ola bilər. Yəni mən övladlarıma bunu hər zaman deyirəm. İnsut şərt deyil. Sizin qazancınız nədirsə alnınıza yazılıb artıq. Sizin qədəriniz yazılıb. Amma kitab oxu. Kitab oxu. Mənim kitabxanam var. Mənim özümün çox gözəl kitabxanam var. Övladlarla orada mütaliə eləyirik, sual cavab eləyirik. Bugün o qədər institut tələbəsi var. Bugün imkanı olan da, olmayan da, hədəfi olan da, olmayan da uşağın üzərinə valideyn o qədər bir yük yükləyir ki, yəni özü sıxıntılı bir həyat tərzi yaşayır. Bütün arzu, ümidlərini yükləyir övladının üstünə. Bugün baxın abituriyentlər kitab yandırırlar. Abituriyentlər bugün kursda oxuduqları kitabları imtahandan sonra bir trend halına gəlib. Bu yandırırlar. Niyə yandırır o nifrət uşaq? edir. Çünki istəmir Yəni niyə bunu zorakılıq yükləməyək? Biz burada. yüklüyürük. Biz o qədər yüklüyürük. Yəni ham oxusun, ham oxusun. Yaxşı, ham oxusun. Bəs sabah kamazı, kombaynı, traktoru kim sürəcək? Onlara biz mahnılar bəstələyirdik. Avropada ona görə o kamaz sürən, sən tarlaya çıxanda səs yayılır hər mahala sürəyə. Yadındadır da bu. Təbii. Amma Yəni bunlara bugün yazılmır. Bugün ovçu primə, nə bilim usta filan kəsə. dövr dəyişib də, xəyal, dövr dəyişib. Yox, Mən yox. razıyam. Sənətkarlara ehtiyac var. Yaxşı, nə bilim, svarçik olsun, bənna olsun, peşə məktəbi. Bu yaxşı biznesdir. Mənə maraqlı gəldi ki, Peşə məktəbi, müəyyən çox hətta yavaş-yavaş o adət-ənənədən çıxan sənətlər var ki, o şəbəkə var. Nə bilim, o qapı ustaları var. Bəli. Müəyyən, bu razıyam. Sonra hansı biznes? Yəni, bu çox maraqlı gəldi. Bu dəqiqə inanılmaz bir euforiya hər kəsi tutub aparır. Böyük tsunami dalğasının o köpüklü üstündə köpük olar. Unutmamaq lazımdır ki, o köpük gəldiyi kimi də itəcək. İtəcək. Fırtına olur, bəli. Amma gəldiyi kimi də gedir. Bəzən olur 50-60 km saatla külək əsir. Ancaq ondan daha sürətlə o dayanır Allahın izni. O dayanır. Yəni bizim bugün valideynlərimiz, bugün insanlarımız yönləndirirlər övladlarını ciddi şəkildə ağır bir üzərlərinə təzyiqlə həkimliyə, elektronik mühəndisliklərə, kompüter proqramçılığına və s. Bu köpük itəcək. Bu köpük itəcək və bu bir növ səbəbdir ki, potensialı yüksək olan xalqlarda potensiallı insanlar fəaliyyətsiz olsunlar, otaqdan çıxmasınlar, kompüterin arxasından qalxmasınlar və 10 il sonra, 15 il bəlkə də sonra ümumiyyətlə iş görəcək insan doğru düz tapılmaya bilər. Yəni bura gedib çıxa bilər. Və suni zəka, avtomatlaşdırma, İtəcək. insana olan Hamısı ehtiyacı itəcək. aradan çıxartmayacaq. Hamısı itəcək. Çünki indi istehsalatda Bir gün gələcək onların hamısı itəcək. Çünki onun böyük bir zərərini artıq insanlıq görməkdədir. Ümumiyyətlə bizə sadə insanlara o böyük texnoloji tərəqqiyə malik olan ölkələrdən məlumat geç çatır axı. Onlar işlərini bitirirlər, həll eləyirlər, götür-qoy eləyirlər, ləzzətini alırlar. Sonra öz rəiyyətinə, sonra da bizim kimi ölkələrə bu məlumat gəlir çıxır. Yəni düşünün, çox müvəffəq olmuş insanlar, böyük iş adamları onun zərəri haqqında, böyük akademiklər onun zərəri haqqında artıq açıq şəkildə danışırsa, demək onlar ciddi nələrinsə şahidi olublar. Məncə zərərdən çox təhlükə kimi. Yəni insan Təhlükə. qorxur ki, bu qədər insanı işsiz eləyəcək və lazımsız eləyəcək və bu qədər insanların işsiz olması müəyyən cinayətlərin artımına gətirəcək. Elədir. Yəni bugün, ona görə suni zəkadan bugünkü gün bəzi analitiklər təhlükə kimi yanaşırlar. Bugün təhsil var, savad yoxdur. Məsələ burasındadır. Biz iş adamları kadr cəlb eləməkdə ciddi çətinlik çəkirik. Çox ciddi. Yəni kimi gəldi götürürsüz, yoxsa nəyəsə fikir verirsiniz? Əsas prioritet işçidir. Gəlmişəm, məni işə götürün. Əsas nəyə fikir verirsiniz? Təhsil, xüsusi bilgilər, bunu kim tapşırıb? Kimin adamıdır, yoxsa nə? Hər birisi rol oynayır. Bura Bakıdır. Hamısı rol oynayır. Təbii münasibət vacibdir. Hamısı rol oynayır. Hamısı rol oynayır. Ancaq işə götürmək İdris həqiqətən asandır. İşə götürmək çətin deyil.
onu çıxarmaq çətindir. Bu indi yarı yolda sən qoya bilərdi. İşdən çıxarmaq çətindir. İşdən çıxarmaq istəmirsən, uzaqlaşdırmaq istəmirsən. Bizim çox güclü kollektivimiz var. Buradan hər birisinə salam olsun. Maliyyə şöbəmiz olsun Ramilə xanım. Buradan təşəkkürümü bildirirəm. Türkan xanım olsun. İnsan qaynaqları şöbələrimizdə çox güclü kadrlarımız var. Bunlar gecə-gündüz həqiqətən onu dediyimiz gecə-gündüz ifadəsi var. Bu insan qaynaqları. Yox, mən onları yormuram. Peşəkar adam seçir. Mən onları yormuram. Yox, mən onları yormuram. Mənim partnyorum və işlərimin belə deyək, baş direktoru, rəhbəri Nolfə müəllim, mənim əzizim, qardaşım. Salamlayıram onu. Çox sevirəm onu. Çox sevirəm. Mənim üçün çox dəyərlidir o. Bir qardaş olaraq dəyərlidir. Ola biz sıxmırıq, biz şöbələri sıxmırıq. Bayaq əvvəldə dedim axı, bizdə biraz sərbəstlik var. Qoy öz yaradıcılığından istifadə eləsin insan qaynaqları, öz meyarlarını müəyyən eləsin və o da ləzzət alır. Bilirsiniz, o geri dönüb kollektivə baxdığı zaman, müəssisələrə baxdığı zaman o ondan fərəhlənir ki, bu mənim qurduğumdur. Pis quracaqsansa pis olacaq və bu da sənin qəbahatin. Ona görə bir sərbəstlik var. Ancaq yenə də deyirəm, dönə-dönə bunu ifadə eləyirəm hər zaman, hər getdiyim yerdə. Biz övladlarımızı sıxmamalıyıq. Onlar özləri seçim etməlidir. Açığı deyim, bax açığı da. Sənin hansısa bir dostunu valideynin mi seçib? Sən həyat fəaliyyətini valideynin mi seçib? Bugün bilirsiniz, acayip bir hal alıb. Yəni hər bir valideyn övladının dostuna qədər seçmək evladına obyekt kimi yanaşır. Ki bu mənimdir, mən böyütmüşəm, mən bunun xərcini çəkmişəm, doğum evindən 3500 manata çıxartmışam, uşaq yeminə 85 manat vermişəm, laktozasız alırdım, mən buna nə bilim ən yaxşı paltarı almışam, təhsil vermişəm. İndi də bu nəsə qərar qəbul eləyə bilər. Təbii ki, bizim fəlsəfədə o istirahət etməmək və ömür boyu tikmək fəlsəfəsində evlad sənin obyektindir. Bu yaxınlarda bir adam görürəm, Bakıda dövlət buna ev veribdi, evi satır, mənim dostum alır. Deyirəm, dayı niyə satırsınız? Deyir, nə var, Bakıda kimimiz var? Həyətdə torpaq almışam, orada bir ev tikəcəm, oğlumu evləndirəcəm. Uşaq nə işlə məşğuldur? Heç nə, məktəbi təzə qutarıbdır. Yəni bu evladına inkubator yansıtmasıdır. İnanılmaz bir şey. Bu sadəcə artmaq istəyir. Uşağının artıq dövlət buna imkan verib, Bakıda ev veribdi. Bəlkə o gəlib burada sabah böyük adam ola bilər. Yox, uşaq gözümün qabağında olsun. Çünki bu nədir? Çox acıdır. Kişinin malı gözünün qabağında olur. İdris, mən 6 yaşım vardı, 7 yaşım vardı, məktəbə təzə gedirdim. O dönəm içində əlaçı idim, sinif nümayəndəsi idim. Ancaq mənim cibimdə əməli başda pul oldu. Amma sən baxanda elə bilirsən ki, məktəbdə şuluq olmuşsan, yox? Bərk şuluq olmuşam, bərk şuluq olmuşam. Amma oxumusan da. Bilənlər bilər, sənin də xəbərin var. Keşlə stansiyası yoxdur, Nərmanov, Montində Keşlə stansiyası. Mənim bir briqadam var idi, bağça vaxtından da biraz rus dilində bilirdim. Yəni, öz briqadam var idi, gedirdik, orada əskərlər boşaltmağa, əskərləri gətirdilər. Biz gedirdik, orada Jigulovski sərin pivə alırdıq. Gətirib onları təklif eləyirdim ki, siz bu pivəni için biz də kartoşkanı boşaltmağa kömək eləyək. Amma bir şərtim var ki, hərəyə 2 kisə kartoşka götürəcəyik. Yeşikdən düzəltmişdik, 3 təkərli velosipedin arxa təkərləri iri olur axı. Onu bağlamışdıq yeşiyin arxalarına, üst tərəfindən də kapron. Meşoqları ona bağlayırdıq yığdıqdan sonra. Çiynimizə keçirib rahat qaça bilirdik sahə müvəkkilindən. Qaça bilirdik rahat. Yəni onu evə gətirdiniz yoxsa xəbəri yox idi evdəkilərin. Şüşəli bazar var. Şüşəli bazar var Nərmanda, Ağa Nemətullahda. Gəlirdi ora. Bir dayday var idi o vaxt. Onunla danışmışdım. 45 nömrəli məktəbdə oxuyurdum. Onunla danışmışdım. Kartoşkanın kilosunu neçəyə satırsan, məsələn, bilmirəm, nə yadımda deyil. Tutaq ki, 5 qəpik, 10 qəpik, hər nəsə. Mən ona deyirdim, 1 qəpikdən verəcəyik. Və 6 nəfər birdən 12 kisə veririk, 12 kisə. Əməli boşda pul qazanırdı. Sıraya da maraqlı deyil, hardan gəldi? Valideynə sərbəstlik var. Məsələn, mən ömrümdə həyatımda ilk gülümü anama bağışlamışam, anama vermişəm. Bibimlə söhbət elində eşitdim, deyir ki, mən ən çox sevdiyim tünd qırmızı rəngdə qızıl güldür. Mən axtardım o gün ki, Nərmanovda harda taparam. Bir Rus babuşa deyir deyə biz o vaxt. Nənənin həyətində gördüm. İynəli məftillər var idi hasarının üstündə, iynəli məftil. Mən köynəyimi çıxardım, baxın, mənim 7 yaşım var idi o vaxt. Köynəyimi çıxardım, attım o məftillərin üstünə, üstündən açdım, 3-4 dənə gül dərdim, 3 dənə səhv eləmirəmsə, gül dərdim, tofi var idi, toto. Ona uzatdım gülləri məftilin arasına, geridən qayıtdım, düşdüm, bədənim demək olar ki, cırıq-cırıq idi. Qarın layihəm, belə ayaqlarım. Mən gəldim onu
stəkanın içinə qəşəng qoydum, evdə yerləşdirdim ki, anam işdən gələndə görsün. Anam işdən gələndə sevincdən gözləri doldu. Mən onu unutmuram. Bu mənim bütün həyatım üçün o hərəkət verici. Onu eləsə stalbnyak olar deyə. Məsələ o bundadır. Pastı, simlər falan. Məsələ yəni bundadır. Uşaqlar da üstünə qışqırırsan psixoloq yanına aparırlar. O vaxtı bir dənə şapalaqla Xəyal bəy İdris düzələ bilərdi. Bu gün mənim Ömərim məsələn anası üçün gül alır. Mən buna fəxr eləyirəm. Abdulhəmidin var mənim balaca, sonra Xəyal var, mənim balaca oğlumun adı Xəyaldır. Hə, adı çox təvəzzükardır. Yox, bunun başqa səbəbi var. Mən onu icazə versən deyərəm, ehtiyac varsa yəni. Yox, var da çünki mən uşaqlara əvvəllər deyilirdi ki, yəni sonra vermək olar da bu adı. Bəli. Yəni bu Amerikanlarda olurdu. George Bush starşı, George Bush mladşı. Falan. Artıq gəldi bizə də çatdı. Xəyal starşı, Xəyal mladşı. Yəni bu hardan qaynaqlanır? Deyəcəm. Amma bu uşaqlar bugün məsələn analarına gül aparır, verir. Tutaq ki, evimizdə bizə yardımcı olan insanlar var, kömək eləyirlər ev işlərində. Onlar üçün belə gül toplayır, uşaqlar aparır, verir. İndi artıq kişi olmaq öyrənir də, qadına bir diqqət, qayğı göstərmə öyrənir. Mən bunu o qədər sevinirəm ki, mən bunu o qədər sevinirəm. Bunlar əhəmiyyətli şeylər. Amma kitabı sən zorla oxutursan, yoxsa özləri istəyirlər, papa nə vaxt gəlsən, nə vaxt gedir kitab oxumağa? Qətiyyən. Oxuyurlarsa oxusunlar, oxumurlarsa canlar. Kitab seçiminiz birdir, yoxsa fərqlidir? Məsələn, sən oxuyursan Robert Greene Hakimiyyətin 48 qanunu, uşaqlar da onu oxumalıdır, yoxsa onlara tezdir axı bu? Anar Mustafayev, salamlayıram səni mənim əzizim, səni çox istəyirəm. Mənə çox möhtəşəm bir kitab almışdı, Kissingerin kitabı, diplomatiya barəsində. Bəli. Çox sevirəm. O bir kitabı deyil, o bir düsturdur hansından ki, ümumiyyətlə dünya siyasəti idarə olunur. İbn Kəsirin İnsanlıq tarixi kitabı var, tövsiyə edirəm. Möhtəşəm bir əsərdir. Xülasə, uşaqlar istədiyini, məsələn, mənim Ömərim bu dəqiqə Səlahəddinin həyatını oxuyur. Ondan əvvəl Hun minilliyini oxumuşdu. Uşaqlar sevirlər fərqli yelpazədən kitablar oxumağı. Yəni öz müstəqil, azad seçimləri var. Amma oxumalıdırlar. Yox, oxumalıdırlar bilirsən necədir. Məsələn, uşaqlar istəyir futbol oynamaq. Mən deyirəm ki, mənə 30 səhifə oxu, sonra danış. Ondan sonra. Ged oyna. Bu da bizə nə oxşuyur? Yahudilərdə deyir ki, qarşılığı var. Sara evladına deyir ki, İza, sənin öz fikrin olmalıdır. Hansı fikir mama indi sənə deyəcək? Yəni bu biraz buna oxşuyur da. Hardasa oxşadı. Yox, niyə oxşasın axı? Yox, əslində oxşamalıdır. Məsələn, uşaqlar PlayStation oynamaq istəyir. Xəyal. Tövsiyə eləyirəm, yəni boş-boş oyunlardansa Bannerlord oynayın, çox maraqlı oyundur. Əslində biz uşaqlara deməliyik, amma elə deməliyik ki, bu onların öz seçimidir. Yəni bu da bir atalıq bacarığıdır da ki, özün bilərsən, istəyirsən aşçı ye, istəyirsən dolma, amma demirsən ki, istəyirsən aşçı ye yoxsa McDonald's. Təbii ki, bu McDonald's seçir. Sən artıq aşla dolmanın arasında seçim verəndə istənilən halda bilirsən ki, seçimə görə rahatsan. Məni bilirsən də rahat-rahat halallıq verən insan da deyiləm. Rahat-rahat razılaşan insan da deyiləm. Yenə razılaşmıram bax səndən. Səbəb, uşaqlar daha güclü manipulyatorun gələcəkdə təsirinə düşmə adətini, təlimini indidən görməyə başlayırlar. Mən bu risklə onların böyüməsini arzu eləmərəm. Mən ümumiyyətlə böyüklərdə manipulyasiya eləməyi sevirəm, bacarıram. Bunun üzərində təlimlər də özümlə eləmişəm. Maraqlı da gəlir bəzən, yəni eləyirsən. Mən də psixoemosional eksperimentləri xoşlayıram. Sonra kənardan baxırsan ki, getdi, çıxdı ora, belə oldu falan oldu. O başqa. Amma onun hamısını fayda üçün eləməyə çalışıram hər zaman və bunda da Allahdan hər zaman müvəffəq etməsini arzu edərək başlayıram belə fəaliyyətlər, amma uşaqlarda yox. Çünki uşaq fərqində olmadan onun şuur altına, təhdəl şuur dediyimiz şuur altına təsir edə bilər və o gələcəkdə güclü bir manipulyatorun avtomatik təsir altına gəlib çıxa bilər. Bundan çəkinirəm. Özləri. Bax, məsələn, İdris, yəni deyirəm də, tutaq ki, Firudin PlayStation oynamaq istəyir. Firudin mənim oğlum çox hərəkətli, çox hyperdynamic belə deyə bir insandır. Hiperaktiv. Oxumağı da sevir, möhtəşəm futbol oynayır və s. Tutaq ki, istəyir nəsə, PlayStation oynamaq istəyir, həyatda nəsə oynamaq istəyir, basketbol oynamaq istəyir. Mən həyatda bunların hamısını qurmuşam. Deyirəm ki, mənə 30 səhifəni oxu, sonra bax, danış öz fikirlərində, öz sözlərlə. Sonra buyur oyna. Və uşaqlar bunu sevə-sevə oxuyur ki, sonra oynayacaq. Qəddar atasan da, yəni bu da var da. Yəni demokratiya var, amma monarxik demokratiyadır.
Ya da hə, yəni monarxik Monarxiya. demokratiya. Mən də razıyam ki, bizim şurumuz tam demokratiyaya hazır deyil. Kəramətin gözəl bir sözü var ki, musiqidə demokratiya verildi və görün kimlərə qulaq asdılar. Sağ olsun, Kəraməti buradan salamlayaq. Deməli, həyatında dönüş nöqtəsi olan məqam mənim üçün maraqlıdır. Çünki insan təbii ki, dövr dəyişir, yetişir, böyüyür, maddi, mənəvi, fəlsəfi və dönüş nöqtəsi ki, bundan sonra mən dəyişdim. Kiminləsə tanışdıq və ya bilmirəm, ola bilər hansısa yeni bir biznes sahəsində qazandığın təcrübə səni dəyişdi. Bu sualın cavabı üçün 2 gün dərdlənməliyəm, 3 gün də danışmalıyam. Çox həssas yerdən gəldi sual. Həyatımda mənim bir neçə dönüş nöqtəsi var, amma ən əhəmiyyətli bütün bugünkü fəaliyyətlərimdən tut, bugünkü danışığıma qədər, həyata, dünyaya baxışıma qədər, övladlarıma verdiyim tövsiyələrə qədər hər bir şeydə rol oynamış dəyişiklik mənim həyatımda oldu, bəli. 40 yaşımda. 40 yaşımda. Bu çox geniş bir mövzudur. Çox mənim üçün təsirli mövzudur. Dostluq nədir? Bunu gördüm. Və ya nə deyil? Və ya nə deyil? Bunu gördüm. Çox şey dəyişdi, çox şey dəyişdi. Çox şey dəyişdi. 40 yaşım, 40 yaşım. Nə oldu? Bilməm, bəlkə onu deməyim. Yox, onda bunun Mənası mərzidir. qalmır. Yəni, nə oldu? Nə baş verdi? Və bu nəticə sənə nəyə gətirdi? Ən maraqlısı budur. Yəni, bu hadisədən sonra dönüş nöqtəsi oldu və mən buna gəldim, çıxdım. Birinci ailəmdən ayrılıq yaşadım. Yəni, bunu bu qədər depressiv, ağır yaşadın. Yox. Mən onu deyirəm. Yox, o proses yox, prosesin özünü yox. Prosesin özünü yox. Bu normaldır. İnsanlar Evliliklərin olduğu insanlar kimi evlənirlər, ayrılıqlar da ola ayrılırlar. bilər. Ayrılmağın Mənasız olması normal deyil. Mən 15 illik bir evlilikdən danışıram. Heç bir narahatçılığım, nigarançılığım olmur. Çox gözəl, möhtəşəm qızım, oğlum, ailam, gözümün işığı, Saidim, moşum, yəni möhtəşəm uşaqlar və s. Yəni orada bir sıxıntı yoxdur. Məsələ orada deyil. Məsələ o dövrdə mənim ətrafımdakı insanların davranış tərzi, bunu müşahidə eləməyim çox ağır oldu. Bilirsən, sanki o hal baş verdi və mən qalxdım quş baxışından xəyala və xəyalın ətrafındakıları seyr eləməyə başladım. Belə bir təlatüm oldu. Bilirsən, sanki filmə çəkiblər. Mən kənardan, mən ümumiyyətlə sevirəm özümə kənardan baxmağı. Onu yaşadım. O çox qəribə idi. İdris, çox məyus oldun, fikirləşdin, qətiyyən yox. Niyə belədir? Qətiyyən yox, heç məyus olmadım. Və ya indən belə mən başqa cür edəcəm ki, bunu görməyim. Yox, heç bir şeyə qərar vermədim. Sadəcə olaraq hər şeydən ayrıldım, belə deyim. O gördüklərimdən də ayrıldım. O insanlardan, onlardan və buna Rəbbimə çox şükür elədim bundan ötürü. Çox şükür elədim. Bizim İkram doktor var, İkram Rüstəmov. Azərbaycan Respublikasında mən deyərdim ki, bir nemətdir onun olması, psixiatr. Çox uca bir insan. Yəni, o qədər bir depressiya... Yox, mənim dostumdur. Mənim dostumdur, söhbət eləyirik, sinif yoldaşıyıq. Bir yerdə oxumuşuq. Bir yerdə oxumuşuq. Məsələn, sən mən bildim, artıq psixiatr yanına getmişsən. Gör, necə yaşamısan sən? Yox, əzim, mən ümumiyyətlə ən əhəmiyyətli, belə deyək, psixoloqum, psixiatrım, mentorum, kim deyirsən dinən, əsasən mənim inancımdır, ailəmdir. Ehtiyac görmürəm mən. İkramla da ən çox dalaşan elə mənəm ki, nəyə lazımdır sənin bu sənətin, amma mən onu sevirəm. Mən onu sevirəm, o bilir. O bilir. Çox gözəl söhbətlərimiz olurdu o dövrdə, çünki bənzər bir şey o da yaşamışdı. Bilirsən, yəni nəticədə nə oldu? İdris Şah, yəni mənim həyatıma, bilirsən, o 40 yaşdan sonra sanki mən 20-yə qayıtdım.
O enerjini yenidən tapdım. Elə bil Vüsal Stilin yanında gəlib başımı qırtdırmışam. Oo. Mən doğrudan da sənə baxanda səndə maşallah digər taytuşlarından fərqli olan bir enerji mənbəyi var və bu da bilirsən mən əslində ailəyə biraz skeptik yanaşıram. Məncə istər Schopenhauer'ın fəlsəfəsinə baxsan, istər Nietzsche'nin, istər Sokratın, yəni ailədə kişinin verəcəyi daha çoxdur nəinki alacağı. Və bəlkə də bunu demək o qədər də düzgün deyil, amma ailə bir xəyaldır. İnsan aldadır ki özünü. Ha, bura əladır, amma əslində bu məsuliyyətdir. Və bu daha çox öz belə deyək, növbəti nəslin qarşısında götürdüyün bir məsuliyyətdir və bu təbii ki, daha çətindir. Təbii ki, subay insan daha xoşbəxtdir, nəinki ailəli. Bu müzakirə olunmur. Sadəcə ailədə bu məsuliyyəti götürərək insan özünə digər bir təsəllilər tapır ki, uşaqlara görə, ailəmə görə, uşaqların gələcəyinə görə, amma artıq özündən keçir. Bu bir qurbanlıqdır da. Özünü qurban verirsən müəyyən bir dəyərə görə, ailə dəyəridir bu da. Ona görə sən bir ağ günə çıxdın da əslində belə baxanda, amma bunun içində bir çətinlik nə oldu, mən onu tam olaraq dərk eləmədim, psixoemosional olaraq. Yəni sən sadəcə o keçdiyin o 15 ilə görə heyfin gəldi. Ağ gün, qara gün o müzakirə edilən bir məsələdir, amma mən ayrılsam da sənin kimi heç vaxt subay qalmadım. Deyirəm da, sən tək qala bilmirsən. Yox, 2 gün belə subay qalmadım. Bax, mən hər zaman dostlarıma, kollektivdəki şöbə rəhbərləri olsun, gənclər olsun, mən hər zaman deyirəm ki, öhdəlikdən qorxmayın. Gid öhdəlik götür. Durduğun yerdə üstüvə yük götür, öhdəlik götür. Kredit götür, ipoteka götür, o leasing götür. şəkildə yox, fikrin ancaq pula getməsin. Nə olar? Sən biznesmen kimi olursan da. Biznesmen pul deyil. Pul olur tacirdə. Bax, bugün mənim şöbə rəhbərimdəki pul məndən çoxdur. Mən belə pulum olmur. Pul olur tacirdə. Biz biznesmen, iş adamında pul olmur. Niyə hər kəs bunu belə düşünür? Dövriyyədə olur da, pul dövriyyədə olur. Məndə deyil da. Dövriyyə kimindir? Dövlətindir, xalqındır. Xalq üçün. Amma mənə də sənin üçün. Çox sağ ol. Yox, amma həqiqətən də bax, öhdəlik götürmək lazımdır. Öhdəlikdən qaçmamaq lazımdır. Öhdəlik səni yetişdirir. Və mən sənə belə bir şey deyim sən, heç diqqət eləmirsən. Əminəm ki, çox görmüsən bu insanlardan. Bugün də görürsən. Baxırsan zamanında, ta ki çox yüksək təbəqəli Çinli deyək, dövlət məmuru olub və o zaman yəni inanılmaz bir ağ köpək balığı idi da, akula idi. Yəni hər şeydən xəbər var, hər şeyi bilir, idarə eləyir, minlərlə insanı orada tikir, burada filan. Və insanlar deyirlər ki, filan kəs müəllim ucadır, yəni inanılmaz, hər şeyi bilir. İşdən çıxır. Gedir bağda oturur, nərd atır, baxırsan ki, özünə çay süzməyi filan qoy kənara, yəni heç nə idarə eləyə bilmir. Bəs hanı o insan birdən-birə belə oldu? Burada bilirsən nə var? Sir var. Sir nədir? Sir nədir? Mən bunu ilk dəfə nə vaxt aşikar elədim özüm üçün? İllər əvvəl, yanlış xatırlamıramsa bir 14-15 il əvvəl Mercedes S-klasa yeni modelinə dəvət eləmişdilər açılışına iştirak eləməkdən ötürü. Orada gedəndə oxudum, yazdı ki 160 yeni featureslar belə deyə bir şeylər var. Ancaq sizin bilmədiyiniz, sizə ehtiyac olmadan, sizin beyninizə ehtiyac olmadan biz 220 yenilik qoymuşuq ki, maşının beyni sənin üçün bunu həll edir. Mən o zaman fikirləşdim ki, yəni insanda bu olmamış ola bilməz. Və mən araşdırdım. Yəni bunu Quranda tapdım, gördüm. Nədir bu? Yəni sən öhdəliyə girdikcə, sən vəzifə altına girdikcə, insanlara yardım etdikcə Allahın yardımları sənə artır. Sənin bundan xəbərin yoxdur. Məsələn, məni sən bugün belə görürsən, mənim işçilərim, kollektivlərim, bizim kollektivin sayı 3000 olsa, mən biraz da fərqli olacağam. Mənim idarəçilərim, rəhbərlərim biraz da fərqli olacaq. Bu hər zaman belədir. Yəni, sənə kömək olunur. Nə zaman ki, buna ehtiyac qalmır, sən artıq o minləri idarə etmirsən, və s. və əlaxır, o zaman səndən bu yardımlar götürülür. Sən qalırsan özünlə.
Nəyə gəlirəm? Öhdəlikdən çəkinməyin. İş böyüdükcə Gənclər, sənin işin azalır. sən öhdəlik götürdükcə sənə yardımlar artacaq və sən olacaqsan güclü. Çünki Allah Quran-Kərimdə nə deyir? Yəni mən mömini sevirəm, güclüsünü daha çox sevirəm. Güclü kimdir? Hamısı. Yəni güc nəyə deyilir o? İndi mən ailəsiz qalmadım və təklik deyil bu. Yəni sırf o məsuliyyətin, o öhdəliyin davam etdirilməsi və qəlb məsələsi. İdris, qəlb məsələsi də bu. Yox, bildim. Sən şeir, qəzəl yazan adamsan. Yəni sənin o qəzəllərin yəni ünvanlanmalıdır. Bəli. Amma mən deyim ki, sahibkarlar açıqcası bu yaxınlarda mənim o hardasa yarım milyondan çox insanın izlədiyi insanları necə qul kimi ömrünün axırına kimi basıb işlətmək lazımdır formulası var idi. Bəli. Və orada 5 əsas bənd var idi. Bu videoya təbii ki, insanlar baxıblar, ona görə xırdalığına getmirəm. Sahibkar maraqlıdır ki, onun əməkdaşı evli olsun. Evli insanın tək sahibkar qarşısında yox, ailəsi qarşısında da məsuliyyəti var. Və təbii ki, bu 1000 nəfər əgər ailəlidirsə, şirkətlər istəyir ki, bunlar ailəli olsun. Sabah o xırda narahatçılığa və ya nasazlığa görə işdən durub çıxıb getməyəcək. Çünki onun krediti var, uşağının yeməyi var, işıq pulusu var. Ona görə sistem özü, alqoritm, idarə etmə sistemi, bu Kissinger onun yüksək artıq hissəsini yazıb. Amma biz bu piramidanın altına getsək ki, bu idarə etmə sistemi məsuliyyət daşıyan insanları daha çox istəyir. Yaxşı, mən sənə bir icazə ver o zaman bir şey də deyim. Nə vaxt ürəyin istəyir, gəl bənzəri bir çəkilişi bizim şirkətdə elə və soruş kollektivdən. İnsanlar xəyal, sən kimi səmimi ola bilmirlər. Yox, səmimiyyət, mən sənə bir nəfər iş adamın bir sözünü deyim, statına inanılmaz bir şeydir, dilimdən düşmür. Deyir ki, səmimiyyətdir elə bir şeydir ki, bilsəm ki, hardasa satırlar, kamazla gətirib tökərdim həyətə. Yoxdur. Qulaqları çınlasın, sağ olasın. Yəni doğrudan yoxdur da. Yox, səmimiyyət özü də nisbi bir şeydir. Mütləq deyə bir səmimiyyət mayakı yoxdur axı. Biz deyək ki, biz ona görə mən 800 manat maaş alan, sən əməkdaşından, mən gəlib soruşsam ki, necədir ailə həyatı, xoşbəxtsən deyər, şükür Allah, yaxşıdır. Evə gəlirəm, uşağımı qucaqlayıram, hər şey yadımdan çıxır. Burada bu səmimiyyət harada? Bax, mənim kollektivimdə, mənim niyə deyirəm, yoldaşlar səhv başa düşməsin. Mən onları çox sevirəm, mənimsəmişəm. Onlar mənimdir, mənim bir uzantımdılar, yəni, başa düşürsənmi? Ancaq, yanlış xatırlamamsa, 1-2 nəfərdən başqa hamısı subay gəlib. Hamısı da evləniblər. Bizdə. Kollektivdə evləniblər. Yox, içəridən evlənənlər də. Yox, yəni bizim kollektivdə olaraq ailə qruplar. Bu bizə nə həzdir? Yəni sən deyirsən, subay olmaz, götürmürlər. Xeyr. Mən əksinə onun tərəfdarıyam. 1000 nəfər evləndisə, mən əksinə onun tərəfdarıyam. Bir də hərəsinin toyuna gələndə bir 100 manat saldısa, 100.000 pul eləyir bu da. Hə, canlar zor. Yox, 1000 nəfərin də hamısı idarəçi kollektiv deyil axı. Fərqli sahələr var. Amma yenə də deyirəm, məsələn, kollektiv bizdə müəssisədə, ancaq RFM-də tutaq ki, Real Facilities Management dediyimiz, Real Cleaning dediyimiz, orada 8-9 idarə var. Bunların rəhbəri var, atlarında işçilər var və s. Real yoxsa Rəhimov? Açıqlama necə gedir? Yox, Real. Onu da çox qəribə seçmişdik. Bugün media sahəsində böyük uğurlara gedib çatmış, möhtəşəm bir iş adamı, möhtəşəm bir insan var. Bilməm adını çəkməyim nə qədər doğru olar ya yox. Onunla bərabər o vaxtı bu şirkətin adını fikirləşirdik. Orada manipulyasiya eləmişdim. Elə adlar qoymuşdum. Xəyala ən yaxın Real bunu qoymuşdum. Realı seçmişdi. Bərabər seçmişdik Realı. Buradan ona salam olsun. Bu əslində insanın o içində olan bir egosudur. Biz şirkəti yaradaraq Kim Production yaratdıq. Kimi gətirirsiniz, kimin konsertidir bu ideya ilə. Amma içində Kamran, İdris Murad idi. Və sizdə də orada maraqlı açıqlamalar var. Bir dənə Agoppo'dan başqa. Hələ də bəlli deyil ki, Agoppo'nun tərkibi nədir? İdris, ümumiyyətlə qeyd edeyim, ego sözünə pis baxmayın. Nə gənclər, nə insanlar. Ələxsus bizim bu görüşümüz nə tövsiyə deyil, nə məsləhət deyil, nə heç nə. Biz iki dost söhbət edirik. Yəni insanlar təcrübə bölüşürük. Yox, insanlar çox xahiş edirəm, yanlış başa düşməsinlər. Yəni biz kimsə olmamışıq, nəsə bir tövsiyə və ya məsləhət verəcək statusda bir insan
mən özümü şəxsən görmürəm. Amma gənclərə fikirlərimi, yəni gənclər qəbul eləsin bunları. O təcrübəlilərə biz sizdən öyrənirik, biz sizdən də öyrənməyə davam edirik. Gənclərdən danışıram mən. Tələbələr olsun, yeni tələbəlikdən Yaxşı da xəyal sağ Yox, bəzən olur da insanlar narahat olur bundan. Amma egoya pis baxmasınlar. Ego sözünü pis qəbul etməsinlər. Dünyada egosu olmayan lider mi var? Dünyada egosu zəif olan iş adamı mı? Egon zəif olsa sən lider ola bilməzsən. Təbii. Yəni ego bir məsuliyyətdir. Amma bugün var filan, deyir bu egoistdir. Bunun egosu çoxdur. Bu özünü bəyənir filan. Ondan da çox gəlir. O nə əcayib bir ifadədir. Gətirib doldurublar. Hamı narsizmdir, hamı Yəni özünü sevmir. o nə deməkdir? Kim özünü sevmir ki? Yox, bax bir saniyə. Belə deyək. Mən şəxsən Azərbaycanın ən güclü məktəblərindən birini oxuyub bitirmişəm. Mənim valideynimdən mən kitab oxumağı öyrənmişəm. Mənim Sovet dövründə atam 2 universitet bitirib, yəni partiya məktəbi deyirdilər filan. Mən uşaq idim, oxumaq, yazmaq bilmirdim, amma o kitabı oxuyan, onu gördüyüm zaman kitabı alıb yana eləyirdim, mənə bunu danışırlar. Yəni məktəb olsun, universitetlər olsun oxuduqlarımız, gördüyümüz təlimlər olsun, gənc yaşda işlədiyimiz müəssisələr olsun. Mən bugün İdrisin dostuyam. Qonağıyam, dostuyam öz yerində, qonağıyam. Mən necə egoist olmayayım? Yox, mən məsələni də nəyə gətirim? Amma ikinci tərəfdən biraz uyğun gəlmir. Niyə? Müasir zamanda var xəyal, iş adamı, layihə rəhbəri, nə bilim, bir neçə sahə üzrə uğurlu top menecer və var digital aləmdə, rəqəmsal platformalarda olan xəyal. Mən bir müddətdən sonra bildim ki, sənin özünsən. Çünki sənin Insta profilə baxanda sıfır şəkil, nə bilim, müəyyən o şəxsən tanıdığın sayda insanlar səni takib edir, amma şəkil sıfırdır. Bilmirəm, orada xəyalım mən nəyini görə bilərəm, hansı məlumatını eşidə bilərəm, hansı videosuna baxa bilərəm, sıfır paylaşım var və xəyalın izlədiyi dostlar. Bu cür qapalılıq nə ilə bağlıdır? 2026-cı ildə, hansı ki, nə bilim, dünya iqtisadiyyatından xəbəri var, müxtəlif sahələrdə iş aparır, marketinq təcrübən var və bunun qarşılığında öz sosial şəbəkələrin... Səbəbi var. Mən... Elə 40 yaşda o ayrılıqdan sonra istədin ki... Bəli. Əhsən sən məni tanıyırsan da. Yox, yəni... Adam istəyir ki, ümumiyyətlə mən yoxam. Gedin, tapın məni. Mən dedim axı, mən sildim, hər şeyə sildim, attım. Hər şeyi. İndi artıq bu dönəm keçib də, neçə il keçib bu dönəm? O dönəm keçib və yenə də sağ olsun mənim yoldaşım. Yəni qayıtmaq olarmı? Qayıdırıq. Biz səninlə danışanda mən sənə dedim ki, xəyal, sən digitalda olmalısan. Qayıdırıq. Amma mən sənə bir şey deyim, məsələn, mən 4000-i aşmışdı Facebook təqibçilərim və çox aktiv idi. Instagram təqibçilərim, mən sənə deyim, 2000, yanlış xatırlamasa 16-17-də artıq mini keçirdi filan. Ya bildim də, yəni bu da birdən-birə mən onun hamısını, ay əzizim, mən insanlara, bax, sadə bir şey deyim. Mən birincisi Azərbaycanı çox gəzirdim. Azərbaycanın qeyri-adiliklərini insanlara göstərdim. Deyirdim, baxın, bura gedin, buranı ziyarət edin, bundan xəbəriniz olsun. Övladlarınızı gəzdirin, bunları göstərin filan. Mənə dostlarım yazır ki, kefdəsən də, sən heç işləmirsən, kefdəsən. Görsə, sən bu fikirlərə çox dəyər verirsən də, xəyal. Mən ümumiyyətlə kommentləri oxumuram. Çünki mənim o komment oxumağa vaxtım yoxdur. Mən gündəlik öz bir dənə paylaşımı bütün sosial şəbəkələrə etdim. Ondan sonra istirahətdəyəm. Gedirəm, dincəlirəm, zövq alıram, dostlarla nəsə müəyyən məsələləri müzakirə edirik, vaxt keçiririk. Yəni, ən qiymətli vaxtdır da. Mən razıyam səndən. Kommentləri oxumaya bilmirəm mən. Mən bugün də ona eləsəm, yenə mən kommentləri oxuyacağam. Hətta bizim o sənlə çəkdiyimiz videonun altında mən baxdım ki, sən bütün kommentləri oxuyursan. Çünki sən orada, mənim xəbərim yoxdur kommentlərdən. Mənə biraz ondan danış, kommentlərdə nə deyirlər? Sən haqlısan, yoxsa mən? Baxırız prizmadan baxırız. Ya prizmaya görə dəyişir. Bu xarakter məsələsi ola bilər. Bu müzakirədir. Mən narahat və nigarançılıqdan bir kommentlərə baxmışlıq etmirəm. Onun kökündə duran səbəbi o insanlara verdiyim dəyərdir. Çünki onlardan hansısa bir fikir gələ bilər. O fikir mənim baxışımı dəyişə bilər. Sənin auditoriyan, birincisi, mən onlara hörmət eləyirəm. Sənə görə onlara da hörmət eləyirəm. Çünki bu sənin auditoriyan, səni təqib eləyən insanlar bilir kimi təqib edir və
Bu əhəmiyyətlidir. O baxımdan mən onları təqib edirəm. Sabah mənə hansısa bir paylaşım və ya fikir gəldiyi zaman mən onu təqib etməyə, ona bir fikir və ya cavab verməyə bilmərəm. Bu müsahibəmizlə bağlı da bizim bir neçə reelsimizi yəqin ki, Xəyal özündə də paylaşacaq. Birgə paylaşımla ona göndərəcəm. Kommentləri yazın, fikirlərinizi, suallarınızı göndərin. Çünki burada əslində insan həyat yaşadıkça müəyyən təcrübə qazanır. Öz yaşına uyğun, layihələrinə uyğun və ağıllı insan başqalarının səhvlərindən öyrənir və təbii ki, biz indi gördüyümüz Xəyal artıq müəyyən yolu keçib gəldikdən sonra müəyyən mövqedə, nəticədə olduğuna görə biz onunla həmsöhbətik. Amma bu yola gəlib çatana qədər təbii ki, onun da uğursuzluqları olub və elə sonda istəyirəm ki, Xəyal, uğursuz, utopik, çünki sən ideya adamısan da, belə ki, ala bunu biz eləyəcəyik. Və bu ideya adamları bir çox halda bəlkə də qatarın önündə qaçırlar. Bu layihələrdən nəyi deyə bilərsən ki, mən bunları elədim, inandım, amma alınmadı. İlk mənim yadımdadır, mən səninlə British Council-da görüşdüm. Bilməm, sən bəlkə o görüş... Sən dedin, işdən çıxmışam, dedim, nə yaxşı, sən dedin, təzə şirkət açıram. 2005-ci il idi, nə idi? Nə Xəyal, nə internet mağazin açıram. Dedim, internet mağazin nədir? Dedin, yox, belə internet mağazin cəmaat orada girib alacaq. O vaxt üçün 2002 idi yoxsa... İnternet mağazin elə bir Elon Musk deyir ki, Sputnik'e pek bırakıram da. Mən açığı elə bildim ki, yəqin başı gedib. Gül kimi iş, iri şirkət, maaş gedirəm, internet mağazin açıram. Elədir. Möhtəşəm. Zamanından tez idi deyəsən. Tez deyildi. Pioner ola bilərdik, amma ortaq dözmədi. Ortaq dözmədi, heç dözüş gətirə bilmədi. Bitcoin'ə dözdün, amma ona dözmədi. Dözmədi. Uğursuzluqlar təbii ki, olur İdris. Yəni, utopik fikirlər, internet mağazin 2002-ci ildə tez idi və uğursuz idi. Elə oldu. Utopik fikirdən bir başqası... Utopik deyil idi, zamandan tez idi. Zamandan tez idi. Ona bənzər mən bir başqa fikir bildirə bilərəm. 2009-cu il bir neçə dostumla, bir neçə də 2 nəfər dostumla o vaxtı Azərbaycanda kimyəvi zavodun ilk addımlarını atmaq fikrinə düşdüm. O vaxtı yox idi demək olar ki. Demək olar yox idi. Yəni bugün artıq neçə saylarla saymaq olar. O vaxt üçün də bu bir böyük cəsarət tələb eləyən addım idi. Onlar da məni yarı yolda qoydular. Dözə bilmir. Yəni bizim iş adamımız, ümumiyyətlə bizim iş adamı olmaq istəyənimiz deyir ki, məsələn bugün 100.000 əgər hansısa bir layihə yatırmışamsa, mən 2 ay sonra hanı 10.000, 20.000? Bu biraz çətindir. Ona görə də old money bizdə azdır. Belə fikirlər məndə çox olub. İdris. Kimya zavodu, internet mağazini sonra? Kimya zavodu, internet mağazini. Amma kimya zavodu da yəni belə layiqli bir ideya idi. Demək olmaz ki, ideya utopik idi və nəsə bir... Sonra bir 8-9 il əvvəl yenə kağız istehsalatı zavoduna başlamaq istəyirdik. Orada da ortaqlar yenə də dözmədi. Amma bu layihələrin hər birisi ciddi uğura hamilə idilər. Layiq idilər. Ciddi uğura, yəni gəlirdi. Sadəcə dözmək lazım idi. 4 ay, 5 ay dözmək lazım idi. Onu biz dözə bilmirik. Bizdə bu sıxıntı var. Biz çox tələskənik. İnanılmaz dərəcədə tələskənik. Nəticəni çox tez görmək istəyirik. Bu da çətin olur. Məsələn, Agoppo'nun özündə mənimlə birgə olan insanlar var. Baxıram ki, biraz çətin olur dözmək. Amma dözmək lazımdır, səbr etmək lazımdır. Ateldə yoxsa şokoladda? Şokoladda. Mən bir fikir deyim, yoldaşlar, auditoriyada. Məsələn, sırf 3 ulduz, 2, 3, 4-ə yaxın, 3 yarım belə deyək, ulduzluq bir turizm zincirini, turizm onurğasını inşa etməyi mən hələ yoldaşlara, dostlarıma təklif eləmişdim 2011-ci ildə. Mən dedim, bölgələrdə, rayonlarda çox səfalı, gözəl yerlərdə inanılmaz ucuzdur. O gün dəyərləri üçün. Dedim, alaq bunu tikək. Mənə dedilər, sən nə danışırsan? Cəmaat 2000-ə, 3000-ə Türkiyə istirahətə gedir, Gürcüstana gedir, Misirə gedir, Avropa, Rus demiş, Rukpaday. Yəni, buradan bura çox ucuz filan. Mən dedim, yoldaşlar, bir gün gələcək, çox böyük ehtiyac olacaq buna və əksiklik olacaq və o zaman biz gecikmiş olacağıq. Mənə dedilər, yox. Və həmin o yoldaşlar
bugün, dünən, sırağa gün o ki sərhədlər açıldı, rəhbərlik sağ olsun, yəni viza rejimini çox asanlaşdırdı. İnanılmaz sayda artıq turist gəlməyə başladı Azərbaycana və bugün bölgələrdə yataq əksikliyi var. Həm yerli turist üçün, həm xarici turist üçün. Və bu xidmətlər yoxdur, zəifdir. Və bugün mənə deyirlər ki, qardaş, sən düz deyirdin. Onun ardından, məsələn, bu da başlamaq istədim, yarı qaldı. Yəni sonra artıq özün elədin. Yəni o dövrdə. Yaxşı, yerli turizmlə bağlı elə söz gəlmişkən bu sualda verim. Deyilir ki, yerli turizm çox bahadır. Yenə deyəcəksən ki, baha anlamı fərqlidir, amma söhbət sırf İlisuda, Qaxda, sənin məkandan getmir. Ümumiyyətlə, Qəbələdə olsun, nə bilim, harda olur olsun, yerli turizm gəlirlərə əsasən bahadır. Razısanmı bu fikirlə və bu qiymət hardan formalaşır? Sərhədlər bağlıdır, insanlar Gürcüstana gedə bilmir falan. Buradan ki, istənilən qiymətə gələcəklər, yoxsa ara günlər, boş günlər çox olur və yerli turizm yalnız istirahət günlərdə işləyir. Yəni, hansı səbəbdən bu qiymətlər belə baha gəlir? Azərbaycanda yerli turizm bir neçə ölkədən baha ola bilər. Onlardan da biri Əfqanistan, biri İraq. Bunlardan baha ola bilər. Yəni təhlükəsi yüksək olan ölkələr. Yox, mən bunu ironiya edirəm. Kinayə ilə. Mən bunu kinayə edirəm. Elə deyil. Fərq nədədir? İdris, fərq ondadır ki, biz bunu söhbətimizin əvvəlində qeyd eləmişdik. Fərq ondadır ki, biz son anda istirahət eləməyə, getməyə qərar veririk. Biz başlayırıq son anda istirahət edəcəyimiz yeri axtarmağa və o son an dediyim də nədir? Maksimum sən həmin o son aylıq maaşla gedib istirahət eləmək istəyirsən və o maaşın içərisində sənin o günkü yeməyin də olmalıdır, istirahəti getdiyin yerdəki restoranın da olmalıdır, övladları oradansa bir əyləncəyə aparacaqsan, onlar da olmalıdır. Bunlar təbii ki, buna çatmayacaq. Ona görə bizə baha gəlir, mənim əzizim. Mən bu doqmanı dəyişmək istəyirəm. Mənim hədəfim odur ki, yəni biz bir çox məsələdə, bir çox xalqlardan ağıllı, böyük intellektual potensiala malik xalq bir daha bunu həll eləyə bilmir. Mənim əzizim, istirahətin bir sənin nə vaxt yığılmalıdır pulu? Getdin, gəldin istirahətə. Növbəti ay məvacibindən və ya qazancından başla kənara ayırmağa. Sən özünə, ailənə, yoldaşına dəyər verirsənsə, sən bunu başlamalısan birinci. Mənim əzizim, sən indi gəl belə düşünək də, xahiş mikonəm. Bu da qəribə ifadədir, yerinə düşdü, zamanına düşdü. Məsələn, deyək ki, mart tətilləri. Sən mart tətilləri üçün yığımını mart tətilindən sonra icra eləməyə başlasan, sən gələn ilin martına əldə elədiyin vəsait artıq sənə o istirahət baha gəlməyəcək. Və sən yanvarda planlaya biləcəksən istirahəti. Çünki artıq vəsaitin var. Mən əgər əvvəlcədən 5 ay, 6 ay əvvəldən günü tuturamsa, sən mənə indirim eləyirsən yoxsa yox? Əlbəttə. Yəni əvvəlcədən qiymət fərqlidirmi, yoxsa yox, bayram olacaq, qalacaq? Əlbəttə. Yəni ilkin rezervasiya falan bu da aktivdir. Aktivdir, bu bir. Tək pul yığmağa bağlı deyil. Məsələn, bütün dünya ölkələrində ilkin rezervasiyada müəyyən güzəşt olur. Bir mənalı. Mən əvvəlcədən planlayıram. Yox, bu bir mənalıdır, bu bir mənalıdır. Və mən yerli turizmdə böyük bir əksiklik var və mən buradan fürsətdən istifadə yoldaşlara səsləmək istəyirəm ki, yəni əyləncəni inkişaf elətdirsinlər. Əyləncəyə diqqət eləsinlər. Əyləncə çox yüksək desibeldə bir qapalı məkanda musiqi və içki ilə olmur. Əyləncə bu demək deyil. Məsələn, mən Qaxda əlimdən gələni eləyirəm ki, Qaxda möhtəşəm bir otel var, El Resort. Çox dəyərli bir insanlar tərəfindən idarə edilir. Mən anlata bilmirəm ki, bir gəzilər təşkil eləyin. Amma ora partlamır. Buna görə də, buna görə əyləncə, fərqlilik. Yox, partlamır sözünün özünə bir baxmaq lazımdır. Əgər sezonda dolursa... Qəbələdə infrastruktur olduğuna görə... Qəbələdə sən sushi yeyə bilərsən, pizza yeyə bilərsən, nə bilim, lənd nədir, Qəbələ ləndə gedə bilərsən, mola gedə bilərsən. Onlar hamısı olur, yavaş-yavaş ərazilərdə, bölgələrdə gəlir bu. Bu dəqiqə Qəbələ regional olaraq qabağa keçdi. Bir mənalı. İnfrastruktura görə. Çünki yatırım edildi. Yatırım və yatırım da düzgün edildi də. Yatırım da təbii ki. Şəkinin inkişafı nədə oldu? Şəkidə rəqabət var. Fatma xala evini verir, Şəki Palas var, Marxal var.
Yəni müxtəlif büdcəyə uyğun Doğrudur, yerlər var. doğrudur, razıyam. Ya Şəkiyə gedirsən, Şəkiyə qədər istirahətə gedirsənsə, oradan 40 kilometr yuxarı qaxa keçsən daha məsləhətlidir. Sataşıram hər zaman Şəkili yol qardaşlara. Hamınıza salam, sizi sevirəm. Həmişə sataşıram. Bir qaxlı olaraq Şəkiyə sataşmadan keçə bilmərəm. Bu olmalıdır. Yəni Şəkiyə gedirsənsə, Şəkini gəz, Şəkidə ye iç, qaxda qal. Aqoppoda qal. Aqoppoda qal, Evresortda da qal. Amma Şəkidə qalma. Yaxşı, və belə bir sual. Belə Təsirlənə bilərsən, təsir altına düşə bilərsən, Şəkidə qalma. Yaxşı. Bax, mənim əzizim, gəlim yenə doğru, xahiş edirəm. Bax, əgər biz istirahət vəsaitimizi həll etmiş olsaq əvvəldən, bax, buna diqqət çəkmək istəyirəm. Yəni, sən, məsələn, 2000 manat, məsələn, 1000 manat, fərq etməz, 500 manat varsa artıq, sən yanvar, fevral ayında martı planlaya bilərsən. Razıyam. Amma bax, mən sizə bəsit bir şey deyim. Burada tətillərə 1-2 gün qalıb. 1-2 gün qalıb, düzdürmü? 1-2 gündür son anda başlayırlar bizə müraciətə. Ya bu Novruz bayramlarında heç ümumiyyətlə mən yer olmayacaq axı. Yer yox idi çünki axırıncı məqamda hamı fikirləşdi ki, Novruzlu evdə də arvad deyinir, harasa getmək lazımdır, divarlar üstümə gəlir. Bu məsələni artıq hər yer doludur. Sonda xəyal istəyirəm ki, kifayət qədər geniş müsahibəmiz oldu 90 dəqiqə. Amma yenə də biz məncə 1-2 saatda danışa bilərdik. Sadəcə xronometraja uyğun olaraq 90 dəqiqəyə bizi dözüb, dinləyib, vaxtını sərf edən tamaşaçılara komment yazdıqdan sonra sonda istəyirəm ki, məsələ 100 nəfər üçün olsun ki, bunu əvvəlcədən xəyala deməmişəm. İndi onun o geniş qəlbinə. Sən ümumiyyətlə əvvəlcədən nəsə demişdin ki, hər dəfə mənə soruşur ki, deyilməyəcək nə qədər söz qaldı. Gələrsən o tiş həkimlə gələndə deyirlər, gəl baxaq görək nə olur. Ona görə mən təklif edirəm ki, 100 nəfər üçün müəyyən bir açar söz olsun. 90 dəqiqənin sonunda insan gəldi, çatdı bu müsahibənin sonuna. Gördü bu səndən bu açar sözü. Sonra bir dənə də komment yazdı. Gəldi Aqoppo məsələ şokolad evinə 3 ədəd şokoladla bir fincan çay içdi məsələ üçün. Tamam. Pulsuz. Əla. Ən azı daddı. Amma bunun üçün nə etməlidir? Müsahibəyə başdan ayağa baxıbsa, təbii ki bu məqama gəlib bizdən çatıbsa, bir dənə də komment yazır YouTube-da və ondan sonra bu kommentlə gəlir sizə dükana. Dadır. Yaxşı, sən komment oxumayan adamsan, necə təqib edəcəksən? Sən oxuyacaqsan da, mən hara baxıram? Sağ ol, 100 nəfər. Mən ildə, ümumiyyətlə mənim nəzəriyyəm nədir? 2 ay işləyirəm, 10 ay dincəlirəm. Çünki məncə insan... Sən aslansan, sən aslansan. 10 ay işləyib 2 ay dincəlməli deyil. Mən 2 ay işləyirəm və indi də, xəyal, mənim işlədiyim günlər 60 gündən artıq olmalı deyil il ərzində. Hətta televiziya çəkilişlərimi salıram 10 gün ərzində eləyirəm, ya 5 gün ərzində eləyirəm. Yəni bu ardıcılıq. Onda nə edir? Hansı motivasiya ilə? Çünki mən vurdum 3 dənə şokoladı 100-ə vuranda 300 dənə şokolada 200 kilo 500 manat eləyir. Yoxsa hara gedir? Yaxşı 50 nəfər. Yox, sıxıntı yoxdur. 30 nəfər, 50 neçə nəfər? Bir saniyə, sən 100 dedin. 100 dedim. 50 də mən artırıram. 150 nəfər. Bəli. 150 Bəli. Sən 150 nəfər videoya bura qədər baxan insanlar sadəcə altında komment yazırsınız, like qoyursunuz və öz kommentinizlə bərabər məhz 150 nəfər gəlir Aqoppo mağazasına. Qeydiyyat da necə aparılır? Aqoppo'nun Instagram səhifəsində olsun ki, mən İdris müsahibəyə baxdım, bu kommenti yazdım, gəldim və Aqoppo'nu daddım. O videoda paylaşılır. Mən belə eləyəcəm. Denən. Ağlıma birdən gəldi. Yəni, gəlib orada bizim baristaya dofamin deyənə verək. Dostlar, gəlirsiniz deməli Aqoppo'ya, deyirsiniz dofamin, bu açar söz olacaq. Açar söz olsun. Ondan sonra 3 ədəd istədiyiniz, seçdiyiniz şokoladla bir fincan çay içirsiniz, öz kommentinizi video vasitəsilə çəkirsiniz, Aqoppo'nun səhifəsində paylaşılacaq və müsahibəmizə baxdığınıza görə təşəkkür edirəm. Xəyal, sənə təşəkkür edirəm. Çox sağ ol. Xəyal, Instagramı olmayan adamdır da. Instagramı olmayan və 5 sahədə biznesi olan adamın vaxtdan başqa hər şey var. Və nəyin azdırsa o da qiymətlidir. Və bu qiymətli vaxtı ayırıb gəlib, burada həm söhbət olduğumuza görə təşəkkür edirəm. Mən təşəkkür edirəm. Əksik olmasın. İnşallah Xəyal alt xət Rəhimov. İndən sonra yəqin ki daha
aktiv olar. Instagramda da onun şəxsi fikirlərini, İnşallah. paylaşımlarını izləyə bilərsiniz. Səhifə qapalıdır, amma yəqin ki qəbul edəcək. Açılıb. Açılıb. Açılıblar. Təşəkkür edirəm. Sağ ol. Təşəkkür edirəm. Bakı reallığında mənim Doğru çoxdankı dostum, iş adamı Xəyal Rəhimov idi. Növbəti buraxılışlarda görüşərik. Sağ olun, salamat qalın.